Bismillahirrahmanirrahim. Allah'ın adı ve yadıyla günümüzü başlayırıq inşallah ki xeyirli olsun. Və xeyirlidir hər işə ki adam başlaya və amacı özünün ən azından özünə xeyri olan bir iş ola. Yəni bu ki özgələrə zərərli olmaya bu şərtlə, özgələrə zərərli olmaya, hətta xeyri ola, özünə də xeyri ola. Təbii ki bu iş Allahın adı ilə başlamaq da ona bir qüvvətdir və xeyirdir və yaxşıdır. Bu günləri beyin mühəndisliyinə qarşı Türkcə əski kitablar proqramının 396-cı bölümün Allahın adı və yadı ilə başlayıram. Gedək görək ki, bu günləri hangi kitab bizim qarşımıza çıxacaqdır ki, ondan tanış olaq və bizim dedələrimiz minlər il təcrübələrin, təqribən demək olar ki, hər şeyi kəpsul eləyiblər və bizim üçün saxlayıblar. Necə dava, bir dana həb ya bir dana kəpsul sadəcə o gördüyümüz qədər deyil, əslində onun gücü yüzlər qat o gördüyümüzdən çoxdur. Amma biz onu o qədər görürük. Yazılar və kitablar da aynıdır. Gedək görək ki, bu hangi kitabla bugün tanış olacağıq. Dünənləri Zəfərnamə adında bir kitabla tanış olduq. Əlbəttə o kitabı oxusaydıq daha çox bir şeylər alardıq. O cümlədən Səfəvi dövründə Səfəvi coğrafiyasından haqqında çoxlu bir mətləblər ala bilərdik, amma oxumadıq, hər halda cür gəlmədi. Və iki kitab açdıq, bunlar da açılmadığı üçün bunları silah geçsin. Heyif olur bu kitablar nədən isə o sistemdə ki qoyulublar, o yazılıblar ya da yazılıma qoyulublar, onlar təəssüflə oxunmadı. Və biz eləyə bilmədik o iki kitabı buracan oxuya bilək. Qara Çələbizadə Əbdüləziz Qara Çələbizadə əfəndinin yazdığı kitabı dünənləri oxuduq, ərz elədim. Özəlliklə Mustafa Paşa adında Sədr-i Əzəm 4-cü Murad ki 28 yaşında da Allahın rəhmətinə gedibdi və Bəğdadı Səfəvilərin əlindən alıbdı. O Sədr-i Əzəmin əmri ilə bu kitab yazılıbdır. Əlbəttə öncədən burada da yazır. Öncədən bu külli səfəri yazmışdı. Amma bu səfər vəzir istir ki, özünün də işləri önə çıxsın. Onun üçün də onu gördük ki, belə bir kitab yazır. Məncə çox Azərbaycan və Səfəvi dövlət haqqında yaxşı məlumat verir, amma oxumadıq. Oxumadığımız üçün də buna bir şeydir. Amma gedək görək ki, bu günləri hangi kitablar bizim şansımıza çıxacaqdır. Biz o kitabları az da olsa tanış olaq, görək nə olur. Mən 3 kitab açdım, hələlik görək ki, bunlar hara gedir. Birinci kitabın adı yazıb Əsər-i Nəfis-i Xətti der təsaviri Səlatin-i Səfəvi, besiyar ziba. Fikirlən bu kitabı oxumuşuq öncədən, görmüşük əlbəttə əslində və bunu iştibah yazıblar. Çünki əslən Səfəviyə rəbti yoxdur. Bu əvvəlində də Hüvəl Müin Fehristi Şahani Benəzmi Həmdəmi. Həmdəmi adında bir şəxs bunu şahların adlarını yazıbdır. Bir çoxunun, əlbəttə hamısını ki yazmayıbdır, amma bir neçəsinin adını yazıbdır. Elə əvvəldə baxanda İlahi Ali Osman deyəndə elə bilirik ki, bu Səfəviyyə deyil, Osmandır. Amma kitabda şeydir, ikinci səfəsində, birinci səfədə şeirlə adlarını yazıb şahların, oxuyaram onu. İkinci səfəsində görürük ki, Sultan Osman ibn Ertuğrul Qazi ibn Süleyman Xan Hakimi Mahan. Və Mahan da bilirik ki, Əfqanistanda, bugünkü Əfqanistanda olan Mahandır, nəinki İranda olan Mahan. Ehtimal verirəm əlbəttə, ehtimal çünki bunu bir dəfə oxuduq. Və kitabın, əgər baxsaq bunun əvvəllərini bir də, bunu əlbəttə bu kitabı deyirəm, görmüşük, mən bu kitabı tanıyıram, ona görə bunu çox tozih verməyəcəm. Əvvəlində bir möhrü vardı, Vaqif-i Kitab
bir şey yazıb onu oxuya bilsək. Vaqif kitab bəndə Mevlana Əs-Seyyid Abdurrahman Nafiz. Çox qarışıq bir xətdir. Əlbəttə oxumaq olar. Elə bu qədər mənə yetişər. Bu kitab Süleymaniye kitabxanasında saxlanır. Öncədən oxuduğumuz üçün fəqət mən bunun ehtimal verirəm ki, bir ayrı nüsxəsi ola bilər. Onun üçün bunu fəqət sürətlə baxaq. Kitabın şirazəsi, yəni o yer ki, bir-birinə tikilir, ora səhifələr tikilən yer sarı görsənir. Qıraqda da çirkli görsənir. Kitab Süleymaniye kitabxanasında saxlanır. Ola bilər ki, müxtəlif bundan şeylər olmuş olsun, nüsxələr olmuş olsun. Bəllidir bu kitab o şirazə cırılıbdır. Tazaşdan tikilməyi burada görsənir ki, üstdən tikiblər ki, ayrı kağız qoyublar, tikiblər. Bunu burada görə bilirik. Birinci səhifədə bir şəxs görürük, böyük bir börkünün başında bir növ qabıq deyirlər, türklər, bir qabıq görürük başında. Və bunun altında da ehtimalən elə onun haqqında olan yazıdır. Yəni, məsələn, birinci səhifədə, yəni səhifənin, dedik, vərağın bir üzündə, əsli üzündə, sağ tərəfdən gedəndə A üzündə, əlif üzündə adın yazır, B üzündə onun əksin qoyur və bir şeir yazır. Ki, burada görürük, əksin qoyubdur və şeiri də ondan sonra yazıbdır. Bir ayrı vərəqdə görürük ki, bir səhifə boş gedir ondan sonra. Burada bu səhifəndə görürük ki, boş gedir. Sonra belə bir vəziyyətlə qarşılaşırıq. Yəni, vərağın o birisi tərəfi yenə şeirlə yazılır və o birisi vərağın əvvəli, indi burada baxırıq, Sultan Urxan ibn Qazi Osman xan, bu adı, arxada əksi, bir səfəcinə boş gedir, ikinci vərağın səfəsi boş gedir və arxasında bu vərağın arxasında şeir və o birisi vəraqda təzəşən görür Sultan Murad ibn Sultan Urxan məruf bi Qazi Xudavendigar. Əksləri görürük, kitabın çirklənmiş halını görürük. Hər halda səhifələrin biri çox çirklidir, bilmirəm nədən isə. Biraz da o şeydən ola bilər. Dedik, aharlırmışlar qədim kağızları. O ahar da ola bilər ki, tökülüb də o aharları da biz görürük. Ya aharlar bəzən cırılıbdır. Bu mənə daha çox köməklik edəcək kitabları biraz tanımaqda. Əkslərin hamısı bir dairənin içində, ya 2-3 dairənin içində çəkilibdir. Bunun da anlamı ola bilər. Bu əksin gözəlliyindən əlavə bir anlamı da ola bilər. Əkslərə baxa-baxa gelirik. Bu kimdir? Sultan Səlim xan ibn Sultan Bayezid xan Əl-Məruf bi Yavuz. Yavuz sultan budur. Tamam. Sultan Süleyman Qanuni. Bu kim idi? Sultan Səlim xan. Səlim Sani, ikinci Səlimdir. Bu Sultan Muraddır. Fikrim ikinci Muraddır. Sultan Murad xan Salis, üçüncü Muradın şəklini görürük. Çaş, bunları mən əvvəldən baxaydım, bunların qiyafələri ilə də biraz tanış olaydım. Amma hamısı bunlar sonralar çəkilib. Nəinki bunlar, çünki neçə yüz il sonra hətta bunlar çəkilibdir. Kitabın sonunda baxarıq. Bunlar doğru ola bilər, ola bilməz. O müşəxəsat ki, gəlibdir, o müşəxəsatın üzü ilə. Məsələn, bu Sultan ki, uşaqlığında çıxdı və tezdə öldü, ehtimalən onuncudur. Sultan Osman xan ibn Əhməd xan. Bu cavan uşaqdır, görürük ki, burada nəqqaşısını çəkiblər. Fatih Bəğdadın, ki, dünənlərdə onun haqqında bir kitab oxuyurduq. Burada onu bir ayrı cür çəkiblər. Yəni, nədən isə çox qoca çəkiblər. Ta o 28 yaşında ölən oğlan beləsi bu cür bir vəziyyətdə olmaz, amma savaşçı bir ruhiyyəsi var, yəni bu görsənir. Sultan İbrahim xan ibn Sultan Əhməd xan da beləsi görsənir. Bu da Məhəmməd Rabi, 4-cü Məhəmməd. Bölüşləri biraz değişir, bunları geçaq və bu sarılar görürük, bu çox da kirli saxlamaqdan deyil. Çoxu o aharın tökülmağından, aharın yavaş-yavaş xərab olmağından ələ gələn bir vəziyyətdir.
Və kitabın sonuna gəlirik üst-üstə demək olar. Bir-iki səhifədən sonra fikrimcə bunu qurtaracaq. Sultan Səlim xan, Sultan Mustafa xan, Sultan Məhmud xan ibni Əbdülhəmid xan. Əbdülhəmid xana gələndə kitab qurtulur əslində. Tarix-i Culusi Humayuni Sultan Məhmud xan Xələdəllah və kitab burada qurtarır. Bu əlbəttə son sultandır. Bu son sultanların əksi nəqqaşilərin burada görürük. Bunlar sonralar ehtimalən əlavə olublar. Sultan Əbdüləziz xan ibn Sultan Məhmud xan. Bunun əksi olduğu üçün elə özündən bir əks qoyublar. Son sultandır 1292-də. Allahın rəhmətinə gedibdir. Xəl'i də 1293-də xəl olubdur. Yəni nə cür olubdur bu? Ondan sonra əlbəttə bu birisi ehtimalən şahlardan biri gələcəkdir, amma burada yoxdur o. Yəni nəzərə gələn ən son bu kitabı, bu əksləri, nəqqaşiləri çəkənlər ehtimalən elə bu Sultan Əbdüləziz xan ibn Sultan Məhmud xan dövründə bu kitabı yazmış ola bilərlər. Əlbəttə bu hansısıdır, bunu da bilmədim. Sultan Əbdülməcid xan ibn Sultan Məhmud xan, bu da bu şah da onun əksini. Əlbəttə bu xəlifədirlər. Niyə bu xəlifələrin üstündə təkid eləmirlər, gedirlər? Çünki sultan deyəndə elə bir məsələn Türkiyənin ya məsələn Osmanlının sultanıdır. Ondan sonra türklər və müsəlmanların heç ilgisi yoxdur. Amma xəlifə deyəndə müsəlman dünyasının ya müsəlmanlar dünyasının xəlifəsi hesab olurdu. Və bu çox fərqlidir. Bu iki dənə qavram bir-birinə fərqlidir. Amma nədən isə bu iki dənədən sultanı çox seçiblər, qoyublar. Çünki sultan deyəndə bunun dini şəriyyəti əlindən alır, məşruiyyəti əlindən alınır və diktatorluğa yaxın aparılır. Məncə beləsi ola bilir. Burada bir şey yazıbdır, bunu oxuyaq görək əcəba burada. Allahümmə əltif bi əbdikə sultanina və vəffikhu bi məsalihid dünya vəl-axirəti və həbbibhu ilə rəiyyətihi və həbbib bir rəiyyətə iləyhi və vəffikhu lisiratikəl müstəqim vəl-əməli bi vəzaifid dinikəl qəvim. Amin. Ya Rəbbəl aləmin. Becahin nəbiyyil əmin. Bundan sonra bir şey burada görmədim, amma yəni bir tarix də qoyulmayıbdır. Amma mənim nəzərimə çünki bu son şəkillər, şəkil deyil, nəqqaşidən keçir, daha əksə çıxır. Yəni bu zaman dürbün, əkkaslıq, rəssamlıq cihazları hazırlanıbdır. Onun üçün də bunlardan əks görsənir. Amma Sultan Əbdüləziz xanın, İbni Sultan Məhmud xanın rehlətin yazdığı üçün bu kitab bu zamandan sonra, yəni 1293-dən sonra bu kitab nə deyərlər, gün üzü görübdür, işıq üzü görübdür. Amma bu kitabı biz sonra öncələr gördüyümüz üçün mən bunu icazələrinizlə buradan silim. Adı nə idi? Salatin-i Səfəvi. Adını da qələt yazıblar. Fikirəm ki, öncədən bunu biz düzəltmişdik. Gedək görək kitabı İmam Cəfər Sadiq dedikləri kitab nədir? Öncədən bir dənə kitab, belə bir kitabla tanış olmuşduq. İmam Cəfər Sadiq deyə bir kitabla tanış olmuşduq. Əcəba bu o kitabdır, o kitab deyil. Bir ona da baxaq. Burada görürük birinci səhifədə əvvəl kitabın bir qiyafəsinə baxaq, görək ki, bu harda saxlanır, nə vəziyyətdə saxlanır, onu bir görək, bəlkə də tanıdıq, tanısaq, qoyarıq qırağa. Yazıb ki, Princeton University Library, Amerikada saxlanan Princeton Üniversitəsində ya nə cür deyim, bilim yurdunda saxlanır. Haza kitabı Həzrəti İmami Cəfəri Əs-Sadiq əleyhissalam. Niyə belə yavaş oxudum? Çünki hərfləri dana-dana yazılıblar, bir-birindən ayrı. Ona görə oxunmurdu. Sonra latincə hada kitabı Həzrəti İmami Cəfər Əs-Sadiq. Cəfər Əs-Sadiq əleyhissalam.
Bu da bir Latincə yazıblar. Kitabın cildini görürük. Cildi üstündə bir Osmanlı nəqqaşısı var imiş. Aradan təqribən gedibdi. O qədər bəlli deyil nədir. Su üzündə Osmanlı dövründə çəkilən nəqqaşilərdən kitabın cildi üstünə parça çəkib, parça yapışdırmışmışlar. Onu görürük. Amma təqribən kitabın dövrələ fotokopu da eyni halda. Fikirən bunu görmüşük. Fotokopu olduğu üçün də görmüşük. Yadıma gəldi bir şeylər. Kitabın fotokopu olduğu üçün deyirəm bunu şeydir. Biraz yekəldim. Aha, oldu. Səhvəyə yerləşir. Olduğu üçün bu kitabın nə vəziyyətdə saxlandığı çox görünmür. Çünki özü fotokopudur. Fotokopudan əks alıblar. Yəni əsli kitab deyil. Onun üçün fəqət dövrələrdə, qərarlıqlardan təşxis verə bilirik. Kitab təqribən dövrələri çox ehtimalən çürüyübdür. Ya hətta əlin tərindən filanla bəhman biraz büzüşübdür, amma bəzi yerdə çürüməyi görürük. Yəni onu da görürük. Bu kitab qərə rəngi ilə yazılıb, amma fotokopu olduğu üçün hər şey qərə görsənir. Bəli, bəzi kəlmələr ehtimalən qırmızı ilə yazılıbdır. Burada az qərə görsənir. Yəni tox qərə, qərələr tox qərə ilə görsənir. Qırmızılar ya hər rəngi ilə yazılmış olsa, onlar açıq qərə ilə, ya hətta desək ki, məsələn, nə bilim, torpaq rəngi deyək, nə deyək, rəhsiz bir qərə ilə burada görürük ki, çox kitabda o bizə göstərməyəcəkdir bunun necə yazıldığını. Bəzi kəlmələrin üstündəki ərəbcədir, onların üstündə kəlmələrin, hərflərin səsini qoyubdur, yəni erab qoyubdur. Amma türkcəni elə məmuli yazıb gedibdir, çünki kitab yazan deyirmiş ki, bu kitabı oxuyan türk dilini başarır. Ərəbcəni düz oxumağa ehtiyacı var, səsi olsun. Xəbəri yox imiş ki, bir zaman gələcək biz türklər öz dilimizdə oxuya bilməyəcəyik və məcbur olacağıq ki, zahirən bu tikə-tikə bir şeylərdir, dua kimi bir şeylərdir yazıblar. Mən bu kitabı görməmişəm. Ehtimal verirəm, bu o kitab deyil. Çünki bunun içində fərqli bir şeylər görürəm və kitab qurtulur. Yəni, çox kiçik bir kitabdır. 36 səhifədir. Bunun son 1, 2, 3, 4 səhifəsi boşdur. Sonra da cildidir. Ki, demişdik. Kitab indi buradan beləsi baxanda çox daha eybi görsənir. O zərər ki, görübdür. Əvvələn, zahirən kitab o Şirazədən qopubdur. Çünki kitab səfələrinin hər bəzisi. Yəni, bu göstərir ki, kitabın səfələri Şirazədə o ki toxunmuşdur bir-birinə, oradan qopubdur və bəzisi eşiklikdir, bəzisi içərilikdir. Bu bunu göstərir ki, səfələr qopublar. Eyni halda kitabın ağzında, burada baxanda kitabın ağzında o səfələrin əyrilməyi, bükülməyi görsənir, çürümüşü görsənir. Bu da bu tərəfdən, bu açıdan baxanda görürük. Gedək görək bu kitab. O əvvəldəki Princeton Universiteti Bilim Yurdu bir səhifə qoyubdur. Onu geçək, kitabın cildində geçək, kitabın içini açırıq. Hər halda bu kağız haqqında danışmağa yer olmayacaqdır. Gedirik kitabın özündən oxumağa başlayaq, görək ki, nə var. Bismillahirrahmanirrahim. Haza kitab-ı Həzrəti İmam-ı Cəfər Əs-Sadiq əleyhissalam. Bismillahirrahmanirrahim. İndi bunun üstündə əvvələn deyək ki, kitabın dövrə yazıları tamam səhifələrdə çərçivəsi var. Yəni dövrəsində bir xətt ilə çərçivə çiziblər. Əcəba qərədir, qırmızıdır, ayrı rəngdədir, o burada bilinmir. Ondan sonra geçsək kitabın əvvəlinə bir də kitabın əvvəlində Bismillahdan üstə bir balaca yer qoyubdur, orada kitabın adını yazıbdır. Əlbəttə, bu iki səhifəni, yəni başlayan iki səhifəni dövrəsinə çərçivə çiziblər, iki xəttinə çərçivə çiziblər. Arasında 1 millimetr, 1 millimetrdən bəlkə biraz az, biraz çox bir fasilə ilə iki xəttinə burada çiziblər. Kitabın Bismillahdan üstə, yəni kitab başlayan yerdə üstə bir balaca yerdə kitabın adını yazıblar. Onun üstündə Osmanlı dövründə raic olan, yaygın olan, raic ərəbdədir, türkçəsi yaygın olan bir rəsm ilə bir günbəz şəklində və onun içində
insanın içi deyə nəqqaşlıq edirlər. Sonra da üstündən o şey ki topluma çıxır, onu göstərirlər. O belə bir təzyiq çəkilibdir. Ehtimalən rəh vurulubdur, amma burada fəqət biz qərə görürük. Ehtimalən güllər, bu güllər ki bir-birinə bağlanıblar, onlar orada rəhlidirlər. Amma çox da rəhli deyil ehtimalən. Çünki fəqət bir hissəsi nəqqaş olub, qalanı içi ağdır. O göstərir ki, kamil rəngi olmayıbdır, nəqqaşı olmayıbdır. Bu da bunu demək ola bilər ki, ehtimalən kitab yarımçılıq qalıbdır. Ola bilməz kitabın məsələn yarpaqların yarısını yaşıl rəhliyələr, yarısı qala, ondan sonra güllər də əslində əl vurulmaya. Bu beləsi, yəni bəllidir ki, kitab yarımçılıq qalıbdır. İkinci şey ki, bu kitaba deməlidir, budur ki, bu kitabın vərəqlərində nömrə olmadığı üçün aşağıda hər vərəqin ikinci tərəfinin, yəni B tərəfinin aşağısında çərçivənin eşiyində o birisi vərəq hansı kəlmə ilə başlayacaq onu yazır və beləliklə bizə deyir ki, bu kitab cırılıbdır, sökülübdür, aparıblar, oğurlayıblar, sansur eləyiblər ya eləməyiblər. Bunu burada görürük. Qeydaq kitabın əvvəlindən başlayaq oxumağa. Haza kitab-ı Həzrəti İmam Cəfər Əs-Sadiq əleyhissalam. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil aləmin. Xalqəs-səmavati vəl-ərzi. La ilahə illa huvel hayyil-ləzi leysə kəmislihi şəy və huvəs-səmi'ül əlim. La bidayətə ləhu və la nəhayətə ləh və əfdəlü's sələvat və əkməlü't təhiyyat ələ rəsulihi Muhammed əl-Muxtaril əmin və ilahi əcməin və ələ sairil ənbiya vəl-mürsəlin. Amin ya Rabbil aləmin. İmam-ı Natiq və İmam-ı Cəfər Sadiq Həzrətləri buyurur ki, ərkan-ı təriqətdə xirqənin piri mərtəbidir. Mürəttəbidir ehtimalən. Xirqənin piri mərtəbidir və xirqənin yüzü pirdir və xirqənin yəmini sağ əlidir, yəsari sol əlidir və əhkam-ı təriqətdə 6 nəsnə fərzidir. 16 nəsnəni bir-bir yazır. Əvvəli qırmızı rənglə. Bu əvvəl sözü, dovvum, ikinci, üçüncü bunlar qırmızı ehtimalən rənglə yazıb. Əvvəli səxavətdir. Tanış gəlir kitab. İkinci mərifət, üçüncü yəqin, dördüncü səbr və beşinci təvəkküldür, altıncı cəlibdir, mən bu dördüncünü və beşincini qələt yazılmışam. Əvvəli hələ heç, ikinci bunu da qələt yazılmışam, üçüncünü də qələt yazılmışam. Təqribən mən qələt yazılmışam bu ədədləri. Burada onları öyrənim, onları düz yazım. Dördüncü səbridir, beşinci təvəkküldür, altıncı təfəkkürdür. Diqqət buyurursunuz, əgər bu şeylərə diqqət eləsəz, təfəkkür ən son mərhələdir. Yəni, təfəkkürə yetişmək üçün bir mərhələləri keçitməlidir. Birinci mərhələsi səxavətdir, səxi olmaqdır. İndi səxavət və səxi olmağı əvvəl burada bir axtaraq, görək ki, bizə nə deyir? Səxavət. Ehtimalə ərəbcə yazacaq buna, amma getdi farsça yazdı. Qoy bunu deyək ki, tin anlamı nədir? Türkcə yazarsan yaxşı olar. Əgər bugün hər bir soruda tarix lazım olur isə hicri ilə yaz lütfən. Tamam, tazaşdan göndərdik, görək bu səxavətin haqqında nə deyir? Səxavət kəlməsinin anlamı
əl açıq cömərtlik kərəm etməkdir. Yəni bir insan öz malından dar gündə olanlara, çox gözəl, dar gündə olanlara heç bir qarşılıq gözləmədən və minnət qoymaqdan kömək etməsi və bağışlaması deməkdir. Elə bu qədər yetər bizə, yəni bu bizi anlattı ki, səxavət nə deməkdir. Əvvəl gərək minnətsiz intizar çəkmədən ki, mənə nə qeytərəcək, nə qeytərməyəcəkdir, çətində qalan adamlara, əlləri darda olan adamlara köməklik eləməkdir. Birinci şərti budur. Bu olmasa təfəkkürə deyir yetişmir. Təfəkkür insanın azadlığa yetişməsi iləndir. Bunu mən gördüm. Bunu mən yaşadım. İnsan o zaman ki, mali çətinlikdə yaşır, əli çoxdur şeydir, deyir bəlkə işsizdir, beyin işləmir. Çünki insan bir şeyləri ələ gətirmək fikrindən ayrı bir fikrə gedə bilmir. Amma o zaman ki, səxavət mərhələsinə keçir bir insan, yəni ki, azdan çoxdan öz ağzını doldura bilir, qarnın, əhliyalını yaşada bilir. Ondan sonra bu dünyasından keçə bilir. O şey ki, çox çətindir bizlər üçün. Bizlər bəzi şeylərə hazırıq, ağlayaq, can verək, amma pul verməyək. Çünki pul çətin qazandığımız bir şeydir, can çətin qazandığımız bir şey deyil. Canı Allah veribdir, dədənənənin yolu ilə bizə dədənənə bir vəsilə olublar. Biz doğulmuşuq, canımıza çox diqqət eləmirik əslində. Amma malımıza çox diqqət edirik, çünki onu bu canla çıxartmağa çox zəhmət çəkirik. İstəmirik onu, amma bu da nə olur? Bizi bağlar dünyaya. Bizi dünyadan bağlamaq üçün səxavətli olmaq və şey eləmək, keçmək, yəni keçmək lazımdır. Bir şeylərdən keçmək. İkincisi mərifətdir. İkinci mərhələdə bir şeyləri bilməkdir. Mərifət ürf sözündən gəlir. Ürf toplumda yaşanan vəziyyət durumdur. Hər toplumun özünə, hər bir şeydə özüdə. Yəni ürfdən danışmaq olmaz. Toplumda minlər, bəlkə milyonlar ürf var. Məsələn, deyək ki, bir uşağa anası hamilədir. Bu hamiləliğin özünün hər toplumun içində özünə bir ürfü var. Ona görə bir ənənələri ola bilər. Bəzi yerdə utanırlar, bəzi yerdə sevinirlər, bəzi yerdə insanlar hamı bu uşaqla danışa bilir, onu anasının qarnında eşikdən əlləyə bilir, ona salam əleyk eləyə bilir, bəzi yerlərdə yox. O gəlindir, xanımdır, ona yaxınlaşmayın, əl verməyin, filan, bəhman bir şey deməyin, filan. Bu tür bir şeylər keçir. Uşaq olanda uşağa o olmağın özünün bir ənənələri var, hazırlıqları, filanları vardı. İndi dədə, nənə, yaxınlar, dostlar, filanlar hərə bir iş görür. Məsələn, bir ənənəsi var, yəni ürfü var. Uşağa ad qoymanın bir ürfü var. Uşaq, indi məsələn, əvvəl birinci uşaq olsa onun ürfü fərq edir, ikinci uşaq olsa fərq edir, birinci uşağa çox yetişilir, ikinci uşağa az yetişilir, məmulən birinci uşağın geyintilərini verirlər ikinci uşağa filan. Görürsünüz ki, bunlar bu ürf fərq edir. İndi bu kiçik bir şeylərdən başlayır. İndi bu ürf ölümə var, toya var, nə bilim, yasa var, hər şeyə fərqli ürf vardır. Hətta kəndən kəndə, şəhərdən şəhərə, şəhərin bir məhəlləsindən bir məhəllə ürf deyişə bilər. Bu mərifət ürfüdən gəlir. Ürf də yəni düşüncə o toplumun içində, o toplumda din var, dinlər var, hər dinin özünün ürfü fərqlidir və ürf o dindən, o toplumdan gəlir. Onun üzü ilə bəzi şeyləri bilməkdir, ürfan. Təfəkkür buradan ayrıdır. Təfəkkür eləyəndə siz bu ürfüdən çıxırsınız qırağa. Mərifət bilməkdir, tanımaqdır. Yəqin. İndi ondan sonra bir şeylərə yəqiniz olur ki, bu var.
əvvəl biz eşikdə daşı görürük, var, maşını görürük, var, evi görürük, dədəmiz, nənəmiz var, yoxdur, öləndən sonra yoxdur. Bunları bilirik ki, var. Bunlardan sonra bəzi şeyləri yaşırıq. Eşikdə yoxdur. Eşq eşikdə yoxdur, məhəbbət eşikdə yoxdur, çiynə eşikdə yoxdur, nə bilim, sevgi eşikdə yoxdur. Bir çox şeylər Allah eşikdə yoxdur, inanc eşikdə yoxdur. Amma biz bir şeyləri əxlaq eşikdə yoxdur, hüquq eşikdə yoxdur. Eşikdə biz mücazat görürük, hüquq görmürük. Fəlsəfə eşikdə yoxdur. Biz bunu eşikdə olmadıqları bir şeyləri görürük. Bunlara da yəqin tapırıq bəzən. Məsələn, Allahın varlığına inanırıq. Yəni mən şəxsən inanıram. Bu yəqinim var buna. Bu cür bir şeyləri görüb və qəbul eləmək ki, var kimi hesab eləmək. Yəni dedik, biz, səndəl, əlimiz, ayağımız, balalarımız, nənələrimiz, dədələrimiz bunları hiss eləmişik. Yəni əl vurub əl ilə, göz ilə, qulaqla, burunla, dodaqla bunları hiss eləyə bilirik, qucaqlaya bilirik, öpə bilirik. Amma bəzi şeylər vardır ki, qucaqlaya bilmirik, görə bilmirik, eşidə bilmirik, iyləyə bilmirik, dada bilmirik. Amma biz bunları yaşırıq və bunlara inanırıq. Dedim, məsələn, eşqdir, məhəbbətdir, çiynədir, dostluqdur, yoldaşlıqdır. Bunlar bir şeylərdir ki, biz, məsələn, xiyanətdir. Dünən misalım vurdum, keçənki günlərin birində. Xiyanətdir, əmanətdir. Bunlar qavramlardırlar, anlamlardırlar ki, eşikdə yoxdurlar. Biz bunları o 5 dənə, 6 dənə həvasından, hər neçə dənə həvasından eləyə bilmirik, onları düşək. Onlara hamma iman gətiririk. Eyni halda yəqin eləyirik ki, bunlar vardılar. Yaxçılıq, yaxçılıqdır. Biz bunu qəbul edirik. Yalan, yalandır. Düzdür ki, eşikdə yoxdur. Amma yalan biz qəbul edirik ki, pisdir və yəqin edirik buna. Xiyanət, xiyanətdir. Dostluq, dostluqdur. Düşmənlik, düşmənlikdir. Bunlar eşikdə yoxdurlar. Amma biz bunları qəbul edirik varlığı. Bu da yəqin. Səbr. Ondan sonra dözümdür. Hər bir şeyi dözmək çox da rahat deyil. Bunu, yəni, kədərlənirik, çox da dözənmirik bəzi vaxtlar. Bəzi vaxtlar bəzi insanlar təəssüflə o qədər boşluğa gedirlər və inancları o qədər aradan gedir ki, yəqinlikdən eşikdəki yəqin varlıqlara, yəni hiss elədiyi, əli ilə qucaqlaya bildiyi bir şeylərə, eşitdiyi bir şeylərə, gördüyü bir şeylərə, iylədiyi bir şeylərə, daddığı bir şeylərə yəqin tapır. Ondan sonra o bizlərə yəqin tapır və puçluğa gedir. Bu puçluq neyinir? Adamı götürür biləxərə bir insanlar. Sonra təvəkküldür. Təvəkkül biraz daha bunların üstünə çıxır. Əlbəttə, mən bunları çox yaxşı bilmirəm. Fəqət özümün düşündüyümü deyirəm. Yəni, bunların üstündə əsla hətta kəlmələ dana-dana bunların üstündə işləməmişəm. Görüm ki, bunların anlamı nədir? Məsələn, qədim elmlərdə, fulanda bunları necə düşünüblər? Amma mən özümün, deyərlər ki, yaşadığımdan bir təcrübələrimin üzündən danışanda beləsi danışıram. Təvəkkül budur ki, biz bir işi yaxşı ya pis, zərərimizə ya xeyrimizə gəlir, ya ola bilər. Allaha təvəkkül eləyərək deyirik, bu işi başlayıram, ya bu işi görmürəm, ya bir ayrı cür görürəm, fərqli bu işi fərqli işləyirəm. Amma işləməkdir, təvəkkül əslində durub baxmamaq deyil, bir işi işləməkdir. Bunları nə yaxşı olardı ki, mən bunların yerinə bunları dana-dana soruşaydım. Mən bunları soruşum. Mərifət irfanda burada yazmıram. Mərifət irfanda və təsəvvüfdə nə deməkdir? İndi bunu mən kopya eləyim ki, bunu o birisi kəlmələrdə aynı bunun kimi soracaq. Ona görə
İrfan və təsəvvüfdə mərifət ilə o seyr edən bir bilmək və ya quru öyrənmək elm demək deyil. Pəs irfan və təsəvvüfdə mərifət elə o sıradan bir bilmək və ya quru öyrənmək deyil. Pəs mərifətin anlamı budur. Mərifət insanın ağılın hünəri ilə deyil, ürək gözü ilə, gönül şuhudu ilə Tanrını, varlığın, həqiqətini dərk etməkdir. Baxın, mən burada məsələn Tanrını bir misal vurdum, məsələn Allahı da adında çəkdim, amma o şeyləri görmürük, amma onlara da bir növ bilməkdir, anlamaqdır. Əlbəttə dedim, bu ürfün içində olur, amma burada bunu din tərəfinə aparanda dinin içində olur. Ürfün də bir parçası dindir. Onun üçün də din hər toplumda fərqlidir. Məsələn, İslam dediği din adında bir din yoxdur əslində. Müsəlmanlıq var. Müsəlmanlıq hər toplumda fərqlidir, hər insanda fərqlidir. Onun üçün ürf ki, İslamda məsələn Türkiyədə var, Türkiyənin bir bölümündə, o birisi bölümü ilə fərqlidir. İranda məsələn deyək ki, 20 cürə İslam var, şiəlik var, 20 cürə, bəlkə də çox, 50 cürə, 100 cürə, nə bilim. Hətta adamdan adama, məhəllədən məhəlləyə, dəstə başından dəstə başına, məsciddən məscidə, heyətdən heyətə, nə bilim, nohəxandan nohəxana, malladan mallıya şiəlik fərqlidir. Deyək ki, məsələn, adamda bu güc ola, məndən 1 milyon dana yarada. Əgər bu 1 milyon danada gözlərin rəhləri bir-biri ilə fərqli olsa, bu fərqli adamdır da, bir adam deyil ki. Burnunun biraz değişiği, dodağının biraz değişiği, qaşının, gözünün, orasının, burasının. Bu bir İslam da bu tür bir şeydir. İslamın əgər siz 99%'ın hamı bir ola, amma bir dana faizində hərə fərqli düşünə, şimdi o İslam bir sabit İslam deyil və ürfü bir İslamdır və bireysel İslamdır əslində. Onun üçün də ona İslam demək olmaz, ona deyirlər müsəlmanlıq. Hər halda ariflər elm ilə mərifət arasında, indi bu da çox mühümdür, elm ilə mərifət arasında böyük bir fərq qoyurlar. Elm kitablardan, sözlərdən və ağılı dəlillərdən, ağılı əsas, yəni ağla bağlı dəlillərdən ələ gələr. Elm budur. Mərifət yaşamaqla, ürəci saflaşdırmaqla, təskiyə adını deyirlər, təskiyə nəfs və Tanrıya yaxınlaşmaqla göllə damar. Bu bizdən deyil, bu Allah tərəfindən göylümüzə damır bir yerdən. Mərifət ələ gələn yox, Tanrı tərəfindən arifin ürəyinə yaxınlaşan bir şeydir. Tamam, bu birincisi bu qədər bizə yetişər. İkinci kəlmə ki, burada axtaracaq idik, yəqin sözü idi. Gedək görək ki, yəqin nə deməkdir? Yəqin sözün, yəqin sözünə baxaq. Kitabın özünün oxumağı dedim, bu elə bir mən əvvəl ibtidaini də oxuram, yəni. Yəni, əlifbanı başarmışam, kitabı oxuram, amma kitabın içində nə yazıb, onu oxuyamıram. Yadıma gəlir, kətdən biz köçmüşdük Təbrizə, ilin vəsəti idi, getdik mədrəsiyə, məni yazmadılar günüzə, çünki bəsən 1-2 ay ildən geçirdi. Dedilər, get Şəbaniyə, mən kətdə, yaşım da ehtimal verirəm, çox kiçiymiş, qoymuşmuşlar mədrəsiyə. İçini oxuyurdum, gəlmişdim. Əvvəlsin gedəm, 3-ə qoydular 4-ə. Getdik 4-ə, indi gecələr, günüzlər ilmək işləyirəm, gecələr gedirəm mədrəsiyə, saat 6-da, zətdə 5-də, 5-yarımda gedirəm mədrəsiyə. Bir yoldur. Müəllim dərs verir. Əvvəlin hamıdan kiçiyəm, uşağım da, yəni uşağım, orada böyük adamlar var. Elə adam var ki, evlidir. Mən də onlarla gedirəm bir mədrəsiyə. Bir kilasda otururuq. İndi onlar bəzi şeylərin mənasını bilirlər, mən bilmirəm. Farsdır özü də kitablar, dərs də farsdır. Müəllim türkü danışır, amma mən indi yazıram, məsələn, yəqin nə deməkdir? Götürürəm, cümlə düzəldirik, bunlar yadımda qalıbdır. Mən məniyə yəqin ra nemidanəm. İstəyirəm ki, bir nəfər desin, məniyə yəqin nədir? 20 alıram inşada. Niyyəti cümlənin hamısında yazmışam ki, mən məniyə, məsələn, mərifət ra nemidanəm. Müəllim də mənə götürür, 20 verir inşada. O halda ki, mən onların mənisini bilmirəm. Tutuldu ki, müəllim onu tozif verməzdi heç vaxt mənə. Mən də onu anlamazdım. Yəni, bu tür
İndi o əvvəl ibtidai, indi mən də bu cürəm. Yəni hələ bu türkcə kitabları və irfani kitabları ya fəlsəfi kitabları oxuyanda kəlmələrin anlamını oxumaq, üzünü oxumaq bir şeydir, amma anlamaq üçün bir şeydir. Mən bunların için anlamıram indi. İrfanda və təsəvvüfdə yəqin ürəkdə hər hansı bir şəkkə, şübhəyə və doğru yalana yer qalmayacaq şəkildə həqiqətin tam olaraq bəlli olması və insansızlıq qaranlığının yox olması deməkdir. Cümlə çətin oldu, bu özü də çətin yazdı. Hər halda deyir ki, ürəyində şəkki şübhə qalmayacaqdır və doğru yalan da deməyəcəksən, deməyəcəksən doğru ola bilər, yalan ola bilər. Yox, belə düzdür. Yəqin bu deməkdir. Yəni biz məsələn dədəmiz öldü, mənim dədəm öldü. Məndə bunda şəkkim yoxdur ki. Doğru, yalan doğru da deyil. Hə, məsələn, indi qürbətdəyəm, məsələn bilirəm ki, bəzi sevdiyim insanlar vətəndə bir vəziyyət, amma bilmirəm nə vəziyyətdədirlər. Bilirəm mərisliği ola bilər, bilirəm işsiz ola bilər, pulsuz, amma nə vəziyyətdə ola bilər onu bilmirəm. Məsələn, dostlardan da bəzən o zaman ki imkan var idi, indi neçə ayda imkanımız yoxdur. Vətəndə ailə ilə, dostlardan da xəbər alaq. Bu İranda hər şeyin bir-birinə dəyməyi ilə savaşdan gedən İsrail, Amerika, İran savaşının və İranın da bölgəyə yaydığı savaşdan dolayı xəbər ala bilmirik. Amma o zamanki əlaqəmiz var idi. Adam bir şeylər soruşurdu. Onlar da bir cür deyirlər ki, biz kamil bilməyək də. Yəni nə keçir, nə keçmir. Yəqin arifin imanının ən uca, ən möhkəm və sarsılmaz dərəcəsidir. Quru ağlın gətirdiyi dillər hər zaman biraz şəkkə məruz qala bilər. Quru ağlın gətirdiyi dəlillər hər zaman biraz şəkkə məruz qala bilər. Amma irfanda yəqin ilə bir məqama çatmaqdır ki, insan dünyanı və Tanrını öz gözü ilə görür imiş kimi ürəkdən hiss edər. Yəqin belə bir şeydir. Allaha görədir çox bu sözlər. O birisi sözün anlamı nədir? Səbr nədir? Gedək bu səbri burada yazaq. Biz səbir deyirik türkçədə. Bunun yerinə səbr sözü. Biz öz təcrübəmizdən danışırdıq, amma indi burada irfanda və təsəvvüfdə səbr nəfsi şikayət etməkdən. Mən məsələn çox şikayət edirəm, bəzən niyə şansımız belədir, nə bilim, niyə məsələn filan şey filan oldu. Nəfsi şikayət etməkdən, dözümsüzlükdən və fəğan eyləməkdən saxlamaq deməkdir. Amma irfani baxışda səbir sadəcə çətinliklərə baxıb ağlayaraq dözmək deyil. Əksinə, ürəyin Tanrının təqdirinə qarşı gəlməməsi, başına gələn bəlaları və çətinlikləri canla başla qəbul etməsi deməkdir. Yəni, mənası budur, bu bölümdür. Gedək üçüncü, əlbəttə burada dərəcələri var da, onlara getmirəm. Təvəkkül nə deməkdir? Təvəkkül nə deməkdir? Mən bunu da bu nöqtəni buradan silim. İrfanda və təsəvvüfdə təvəkkül arifin və salikin öz ürəyini tamamən maddi səbəblərdən üzməsi və hər bir işə başlarkən yalnız və yalnız Tanrının özünə etinad və etimad etməsidir. Təvəkkül elə bir məqamdır ki, orada insan gönlünü dünya qayğılarından, sabahın qorxusundan və ruzi qüssəsindən bağlayıb, özünü tamam ürəyi ilə vəkil edən Tanrıya tapşırır.
Təvəkkül elə bir məqamdır ki, orada insan gönlünü dünya qayğılarından, sahibin qorxusundan, sabahın qorxusundan, ruzinin qüssəsindən bağlayıb, gönlünü bağlayır, qapısını bunlara, özünü tamam ürəyi ilə vəkil edən Tanrıya tapşırır. Burada təvəkkül belə bir şeydir. Bir misal vurubdur, görək nədir? Zünnun Misri, Cüneyd Bəğdadi və məruf Kərxi kimi təsəvvüf böyükləri buyururlar ki, təvəkkül öz gücündən və tədbirindən vaz keçib, haqqın tədbirinə baş əyməkdir. Yəni, burada insanın bir şeyi də yoxdur. Əslində buna inanmaqdır ki, hər şey cəbridir, ixtiyar yoxdur. Amma irfanda təvəkkül işə baxmayıb, tənbəl oturmaq demək deyil. Əksinə vəzifəni yerinə yetirmək, amma gözü işə və səbəblərə yox, yalnız səbəbkarı olan Tanrıya deməkdir. Tamam, fikrim 6-cına gəldik, yetişdik. Təfəkkür nə deməkdir? İndi bunu da yazsaq. Təfəkkür nə deməkdir? İrfanda və təsəvvüfdə təfəkkür elə o dünyavi elmlər öyrənmək və ya qrup ağıllı mülahizələr etmək demək deyil. İrfani baxışda təfəkkür basirət üzündən huzur məqamına getmək. Basirət üzündən nə deməkdir? Bunları anlamaqda zorluq çəkirəm. Və ürək gözünü açaraq yaradılışın zahirindən onun batininə və həqiqətinə yol tapmaq deməkdir. Təsəvvüf böyükləri təfəkkürü və irfan yolunun sulukun, yəni ən əsas qapılarından və ürəyi oyadan bir işıq kimi görürlər. Təfəkkürü ha. Ona görə də el ədəbləri ki, elə ediblər ki, təfəkkür ürək baxışını çöl dünyadan içəri dünyaya çöndərməkdir. Pəs çöl dünyadan içəri dünyaya, yəni ehtimal vermirəm duyğular olsun. Hər halda. Ərkan-ı təriqətdə 6 nəsnə fərzidir. İndi burada nədən danışdı? Dedi ki, əhkam-ı təriqət bu 6-dan. Bu hökmülər 6-dana hökmü yaşamaq lazımdır. Bunları yaşayacaqsan. Amma bunların içində, bunları yaşamağa 6 dana da vacibat vardır ki, onlar fərzidir. Yəni, o işləri görməlisiniz. Fərz ilə vacibin fərqində qabaqcan oxumuşuq, amma indi mənim yadıma gəlmir ki, elə bir fərzi budur ki, hər bir adama o işi hər nə olur olsun yerinə gətirməlidir. Amma vacib bəzi şəraitdə onu yerinə eləyə bilər, gətirməsin şəraitə. Belə düşünmək yadımda qalıbdır, amma bəlkə də yanlışdır. İndi hər halda. Əvvəli elmidir. İkincisi helmidir. Üçüncüsü rizadır. Dördüncüsü şakirdir. Beşincisi zakirdir. Altıncısı üzlətdir. Yedincisi də yoxdur. Bəyan-ı təriqətdə 6 nəsnə fərzidir. İndi o birinci elmi dedi, elm nədir, helm nədir, riza nədir, şakirlik nədir, zakirlik nədir, üzlət nədir? Yenə də bunlar o mənalardır ki, bunları anlamıram. Yəni, əvvəl ibtidai olduğun üçün bunların mənasını bilməyəndən sonra oxumağın bir anlamı yoxdur. Elm nədir? İndi görək burada elmi nədir? Qeydaq gedək kitaba biraz bu günləri beləsi davam edək. Yəni biraz özümüzün üstümüzdə işləyək da, deyək ki, istəyirik biraz özümüzü tazaşdan dolduraq beynimizi. Elm nə deməkdir? İrfanda və təsəvvüfdə elm
özlüyündə, elm özlüyündə pis bir şey deyil. Elm özümüzdən eşikdə olan hər bir şeyə, maddi olan şeylərə əlbəttə, ya maddi şeylərdən izi olan, rəddi olan bir şeylərə agah olmaqdır. Məsələn, gülün ətri maddi deyil, amma biz onu burnumuzla falanla bilirik. Bunlar hiss ilə bildiyimizdir. Amma ariflərin nəzərində elmi öyrənmək və onun həqiqətinə çatmaq, elmin də bir deyil həqiqəti var. Bizim mədrəsələrdə və məktəblərdə gördüyümüz qədər gördüyümüz quru kəlamlardan və nəqli məlumatı üstə yığmaqdan tam fərq. Gedək mədrəsədə kitab oxuyaq. Bizə bir şey desinlər. Deyir ki, o deyil. Bu, irfandakı elm o deyil. Əlbəttə, mədrəsədəki elmidir. Yəni, o dedik, eşikdə mücəssəmdir. Təsəvvüfdə ağlı dəlillərlə və kəlamlarla ələ gələn elmə hicab deyilir. Pərdə. Hicab bir pərdədir. Ola bilər ki, bu pərdə şüşə kimi olsun, yəni görünsün o tərəf. Amma pərdədir, biz o üzə keçənmirik. Məsələn, görürsünüz ki, bir qarışqadır, bir arıdır, bir milsəhdir, hər halda bir uçan heyvan ya bir şey. İstir o pəncəriyə özün vurur ki, oradan geçsin. O pəncərəni görmür, onun nəzərinə hər yer havadır. Amma o istir oradan geçsin, amma o bir dənə hicabdır. O üzə keçənmir, o üzü görəm. Yəni o üzü görür, amma əslində keçənmir o üzə. Çünki hicab qoymur geçsin bir mərhələdən ayrı mərhələyə. Təsəvvüfdə ağlı dəlillərlə və kəlamlarla ələ gələn elmə hicab deyilir. Çünki bu cür elm insanın ürəyində qürur yarada bilir və onu həqiqətin özündən uzaq salar. Sufiyyə məktəbində həqiqi elm ürəyin təmizləşməsi ilə Tanrı tərəfindən insanın gönlünə axıdılan bir işıqdır. Elmin özündə bölür. Elmi lədünni, elmi rəsmi elm, lədünni elm. Ariflər elmi iki yerə bölürlər. Elmin no'u, irfani yozumu və kökü, misal və səmərəsi. Elmi rəsmi, kəsbi, zahiri, buna deyirlər kəsb üçündür. Yaşamaq üçün biz gedirik bir elm öyrəşirik. Quru oxumaqla, kitablardan və işləməklə, eşitməklərlə ələ gəlir. Ayağı ağla bağlayır. Ayağı ağla bağlayır. Çox gözəl bir tərifdir, təmsildir vurur. Mən sevdim bunu. İkincisi, elmi batindir, lədünnidir, həqiqidir. Nədir? Ürək basəfa olduqda, Tanrının səfa, məsələn, suyu qoyuruq, beləsi mən uşaqlığımdan zehnimdə belə qalıbdır. Gedirdilər bir bulaqdan, lilli suyu götürürdülər ya bir şeydən, kasada götürürdülər. Onu qoyurdular, kasada dururdu, tərpətmirdilər. O yavaş-yavaş saf olurdu, onun lili, fulanı yatırırdı aşağıya, su saf olurdu, o suyu içirdilər. İnsanda da ürəyin səfası bu deməkdir. Yəni, belə bir şey düşünürəm. Bilmirəm o deyə. Yox, amma mən belə düşündüm. Ürək basəfa olduqda Tanrının öz dərgahından ürəyə verilən ilahi barışdır, sülhüdür. Elmi bura gətirdi, bağladı, elmi batini sülhə bağladı, barışa bağladı. Yəni, hər şeylə barışırsan. Çox gözəl bir anlam idi. Sevdim bunu. O birisi nə deməkdir? Elmi pəs belə oldu. Helm nə deməkdir? Helmə baxaq şuraq şeyi. Mən burada bu kəlməni silim. Burada helmidir, yazıq. Helmi. Helm sözü, cində bu dedik o kəlmələrdəndir ki, təəssüflə bizlər dahi bunları bilmədiyimiz üçün yaşaya da bilmirik. Bizim indi yaşadığımız elmi zahiridir. Yəni, yaşamı üçün ələ gətirdiyimiz elmidir. Mən uşaq olanda
Deyirlər, elm behtərəst ya servət behtərəst. Hamımız yazırdıq ki, elm behtərəst. Amma bilmirdik, niyə elm behtərəst? Elm əslən behtər deyil. Çünki siz gedin döşküraz olsun. Gedib bir sərvətliyə işləməlisiniz. Harası bunun şey oldu ki, yaxşı oldu. Bir sərvətli eləyə bilir ki, Amazon sahibi, sərvəti var. Əlbəttə, elmi də var, amma sərvəti də var. O sərvətlə eləyə bilir ki, milyonlar adamı dünyada işlətsin. Milyonlar, yüzlər mütəxəssisi yuxarı səviyyədə elmi sahibini işlətsin. Və onlar bu şirkəti yüzdən genişləyirsin. Hər şirkətə baxırsınız, baxın. Hər bir işə baxsınız, orada bir mütəxəssislər öz təxəssüslərini bir pula satırlar. Yəni biz sərvətə satırıq əslində. Yəni vaqiqiyyət budur ki, biz bu dünyada bir beynimizi, qolumuzu, gücümüzü satırıq bir pul qazanmaq üçün. Biz bir şey satırıq, qabağında bir pul alırıq ki, ondan yaşayaq. Bəs sərvət daha yaxçıdır. Bir dana dəlinin belə əlində sərvəti olsa və bu sərvət də biraz əlbəttə dərd edən də sərvət olsa, bir yaxçı vəkili olsa, deyər ki, bu sərvəti ilə biz bir şirkət quraq, o şirkətdə adamlar tutaq, işləsin sənə. Bu dəli fəqət dəlilik eləsin, geçsin orada biraz yesin, çalsın, çapsın, kefinə baxsın. Amma bu pul bunu saxlasın uzun zaman. Mən bu son zamanlarda bunu çox düşünürəm. Nəzərimə gəlir, nədən Məsihiyyət dünyasında imperatorluqlar tez dağılıb? İslam dünyasında imperatorluqlar bir vaxt dağılıb. İslam deməyək, müsəlmanlar dünyasında və Məsihilər dünyasında. Məsihilər dünyasında siz geçən 2000 ilə baxsınız, bəlkə 50 dana, 100 dana silsilə iş üstə gəlibdi, aradan gedibdi. Hərəsi 100 il, 50 il, o 100, bu 100, orada, burada. Yəni, eyni zamanda deyək ki, 2026-da Məsihiyyət dünyasında Amerika var, Kanada var, nə deyim, Avustraliya var, nə deyim, İngilistan var, Alman var, Fransa var, nə bilim, Otriş var, Məcaristan var və var ki var, Rusiya var filan. Bunlar hamısı Məsihiyyət dünyasıdır. Aynı zamanda bunların hərəsinin bir yerdə bir mənfəətləri var, dünyada bəzilərinin çox. Məsələn, Amerika, nə bilim, dünən eşitdim, 600 dana paygah var dünyada. İngilistan dağılıb, əslində 100 il, 150 il İngilistan çox güclü olubdu, 200 il yaxud, çox güclü olubdu. Amma 200 ildən il çox çəkməyibdi, dağılıbdı. Amma eyni halda bu günləri görək Kanada İngilistan şahınındır. Avustraliya İngilistan şahınıdır, Hindistan İngilistan şahınıdır. Amma eyni halda ki, zahirən Kanada, Avustraliya, İngilistan, İrland, ora, bura, nə bilim, neçə dana, Google-dən soruşa bilirik ki, indi İngilistan şahlığı ilə bağlı az ya çox, əlbəttə budayıq, az ya çox dünyada neçə məmləkət var ki, zahirdə müstəqildir, amma əslində hala İngilistana bağlıdır. Məsələn, bunu mən çox bu son zamanlarda siyasi olaraq və qeyri-siyasi olaraq düşünürəm. Yəni, ekonomi olaraq, çox siyasi, hüquqi olaraq düşünürəm. Bu qonunu düzgün anlamaq üçün gərək siyasi hüququn bölümündən məsələyə baxaq. Günümüzdə 1405 Hicridə, indi o tarix orada yazdığıma görə burada gəldi yazdı, 2026-da, zahirdə tamamən müstəqil olan, amma rəsmi və qanuni olaraq hələ də Britaniya, İngilistan şahlığına bağlı qalan 15 məmləkət var. Hələ 2026-da. Bu ölkələrə istilahda qələmrövi müştərəkül mənafi edirlər. Commonwealth Realms.
Bu məmləkətlər Böyük Britaniya ilə bərabər eyni bir şahı, hazırda 3-cü Charles'ı öz dövlətlərinin başçısı və rəsmi şahı kimi tanırlar. Yəni bu 15 ölkə zahirdə müstəqil hökumət, parlament və baş nazir malikdirlər. Amma qanun baxımından ali hakimiyyətləri İngilistan şahlıq taxt tacına bağlıdır. O 15 məmləkətin listəsi. Kanada, bu ölkələr dünyanın müxtəlif qərələrində yerləşirlər və ən böyükləri sizin yaşadığınız ölkədə daxil olmaqla bunlardır. Kimlərdir? 1. Kanada, Avustraliya, Yeni Zelanda, Böyük Britaniya özü, yəni Böyük Britaniya hansılardır? İngilistanın özüdür, İskotlandiya, Velsidir, Şimali İrlandiyadır. Yəni İngilistan deyəndə, Böyük Britaniya deyəndə özü bir məmləkət deyil, amma bir məmləkət sayıdır burada. Diqqət buyurun. Yəni 1 Kanada, 2 Avustraliya, 3 Yeni Zelanda, 4 Böyük Britaniya ki, özü İngilistan, İskotland, Wales və Şimali İrlandiya deyə 4 dənə məmləkətdir. Yəni oldu 19 dənə. Diqqət buyurun. Buraca. Ondan sonra bunlardan əlavə Karaib dənizi və Uqyanus bölgəsində 11 kiçik dövlət də var ki, hələ də bu sistemə bağlıdırlar. Jamaika, Bahama, Wales, Granada, İranda yazılır, Granada yazıb burada, Granada, Papua Yeni Gine, Solomon Adaları, Tuvalu, Saint Lucia, Saint Vincent və Grenadinlər, Antigua və Barbadoa, Saint Kitts və Nevis. İndi bunlardan əlavə bir çoxları var. Nədən Hindistanı gətirmədi, filanı gətirmədi, bilmirəm. Hələ onlar da bağlı, onlar da Commonwealth-dir. İndi mən burada yazım. Hindistan və Avustraliya bunlara daxil deyilmi? Mən bilən ki, onlar da bunların içindədir, amma nədən isə burada gəlmədi, Kanadaya taydılar. Avustraliya tam olaraq bu sistemə daxildir, amma Hindistan xeyr, daxil deyil. Bu iki ölkənin vəziyyəti bir-birindən tamamən fərqlidir. Avustraliya daxilində. Avustraliya elə o qabaqçı cavabda qeyd etdiyimiz 15 məmləkətin biridir. Burada görmədim mən, niyə bəs? Hə, var imiş, tamam. Tamam. Hindistan 1947-də, yəni bir neçə il bundan qabaq, deyək ki, 70 ilə yaxın, 26 il buradan, 53 il oradan, 79 il öncə. Britaniyanın ən böyük müstəmirəsi idi, amma müstəqillik qazandıqdan bir neçə il sonra 1950-ci ildə öz əsasi qanunu dəyişdirib tam bir cumhuri oldu. Ha, ona görə. Amma yenə də ora fikirləmçi şeydir, hələ feylən İngilistanın əli altındadır. Commonwealth-dəndir, bəli. Hindistan fəqət o 56 ölkədən ibarət olan həmsu birliyi, Commonwealth of Nations. Burası çox mühümdür. 56 ölkədən bir özüdür. Bu, birlikdə olmaq siyasi ya qanuni bir bağlılıq gətirmir. Fəqət köhnədən qalan bir mədəni və iqtisadi təşkilatdır. Amma diqqət buyurun, bunlarda indi mən beləsi düşünürəm ki, İngilistan gəlir bizlə fərqli düşünür. Məsihiyyət dünyası kullən, Rusiya da onun içində, o birisilərdə, türklərdən və müsəlmanlardan fərqli düşünüblər. Həm dünyanı alanda maddi bir şeylər ələ gətirmək üçündür. Oradan o insanların malın, əlində olan malın, sonra da işlək güclərin və sonra da qaynaqların oradan çəkib bu məmləkətə gətirməkdir. Buranın gücləndirmək, oranı zəifləndirmək əslində. Beyin olaraq, düşüncə olaraq, ekonomi olaraq. Müsəlmanları isə bu cür deyil. Vergi almaq çox az vəziyyətdə vergi almaqdır, amma hər şey özlərinədir. Onların dinləri ilə, dilləri ilə, torpaqları ilə, idarə sistemi ilə, heç zətlərinin işləri yoxdur. Elə özlərindən vergi aldıqları qədər oradan da vergi alırlar. Bu iki fərqidir. Amma
Məsihiyyət dünyası fərqli düşünür. O da budur ki, deyir, mən oradan pul qazanacağam. Pul qazanmaq üçün indi onlar qalxırlar, inqilab eləyərlər, müstəqil olarlar. Deyir ki, olan sən niyə müstəqil olursan? Gəl bir cür bağlı ol ki, nə? Məsələn, %50 şey verir. Məsələn, Kanadaya deyək da. Kanada, məsələn, mən qəbul eləmirəm Kanada müstəqillidir. Amma müstəqil deyirlər. Çünki Kanadanın torpaqlarının %97-si, üzr istəyirəm, 87-si İngilistan padişahına aiddir. İstərsə bu günləri bu padişah eləyə bilər bir eyalətin, məsələn, Kanadanın yarısından çoxu mənə bağışlayın. Deyə bura sənindir. Qabaqcan məsələn türklər bu işi görürdülər. Yəni gedirdi deyirdi ki, get filan yerin torpaqları sənindir, vergisiz məsələn mən səndən vergi alacağam, amma sən get oranı idarə elə, oradan qazanc al. Bir məsələn deyək ki, 10% alacaqsan ilin başı, onun 5%-ni göndər mənə, 5% də qalsın sənə. Belə bir sistem yaratmışlar. Türklərdə də vardı, müsəlmanlarda da vardı, hər yerdə var idi bu. Amma burada fərqlidir. Burada deyir ki, sən buranı verdim sənə, vergini bilmirəm alır ya almır, amma get-cinə sən burada nə inirsən elə. Yəni, nə inirsən elə məsələsi var. Buranın, bu torpaqlar bu adam yerlər sahabının deyil. Əlbəttə, İranda bir vəqf deyə bir şey yaranıbdır yerlərə. Orada da yeri, mən öləndə, məsələn, deyirəm ki, əvəzin ki, mənim öz uşaqlarım bunu yesinlər, verirəm vəqfə. O vəqf yeyir, vəqf sahibləri yeyirlər. Onlar cüzlənirlər. Mənim uşaqlarım nəsil boyu kasıb qalırlar. Hər halda bilmirəm, niyə biraz getdik. İngilistan, bu Məsihiyyət dünyasında gəliblər, bu düşünüblər ki, bizə pul mühümdür. Pul mühüm olduğu üçün, gəlir mühüm olduğu üçün, deyir ki, %1 də gəlsə birdir. İslamda bu yoxdur, müsəlmanlarda bu yoxdur. Yəni, onlarda bir bəhrə sistemi var, riba sistemi var. İslamda riba sistemi haram olduğu üçün şey eləmir. İnsanların gücündən siz alıb yeyə bilməzsiniz, həqiz yoxdur İslamda. Orada yox, orada deyir ki, sən eləyə bilərsən, alasan. Onun üçün də burada istiqlal vermir. Görürsün, bu 56 nəfəri, 56 məmləkəti bütünlüklə bağlayıb bir-birinə, oradan bir mənfəət qazanır. Kanadanı, Amerikanı, o 15 məmləkəti də ki, əlon feilin əlindədir. Onlar da zahirən müstəqildirlər, amma vaqiyyət budur ki, dedim, Kanadanın torpaqlarının 87%-i ələn icarəyə verirlər. Məsələn, park düzəldiblər, National Park. Mən o yaşadığım yerə indi yaxın bir National Park vardı. Məsələn, buranın, bilmirəm indi, 50 hektardır, 100 hektardır, 1000 hektardır, bilmirəm nə qədərdir. Böyük, çox bir böyük yerdir. Amma içində 4 dana sahili var üzməğa. Yəni, gedin orada yüzlər maşın saxlasın, geçsinlər sahildə, yesinlər, içsinlər, suda üzsünlər. 4 dana üzmək sahili var. Ondan sonra bunun 500 dana içində kəmp eləmək, gecəni gedib orada qalmaq var. Ən ucuz yaşlılar, məsələn, 65 yaşdan o üzə buranı kirayə eləyəndə gecəsini 65-70 dolara kirayə eləyirlər, hər gecəni. İndi diqqət bilin, siz fikir eləyin ki, bura məmulən də, hətta bura getməyə gündə istəyəsiniz, gedəsiniz burada fəqət günü saat, gedəsiniz gecəni qalmağa yox, gecəni qalsa o 60, 70, 80, 90, 100 dollar hər neçədə onu verəcəksiniz. Amma oradan gedəsiniz, günüz orada gedəsiniz, çiməsiniz ya dolanasınız, maşınla istəyirsiz oraya gedəsiniz, 22 dolar gündə verməlisiniz. 22 dolar. Bu böyük pul olur. Yəni siz fikir bu Kanadanın başında ağaçların bunların kəsə bilirlər. Yəni meşələr vardı, ağaçlıqdır, sular var, balıqdır, mədənləri var filan. Bunların hamısının gəliri gedir qazancından biraz, indi bilmirəm nə qədər. Bilirəm əlbəttə, fikrim 11% gedir şeyə, İngilistan şahına. Şaha gedir. İngilis məmləkətinə yox. İngilislərə yox. Şahın özünün əlindəki o puldur. Dünyada nə cür xərcləyir, biz deyirik ki, dünyada bir iş görmür şah. İngilistan şahı ya Fransa ya Alman ya hər kəs bunları şahları olanları deyirəm hələ. Onlar indi misal vurduqlarının bir çoxu cümhuriyyətdir. Məsələn, Otriş deyək, Hollанд deyək, Danmark, bu cür bir şeylərdir hər halda. Bunların şahları olan yerlər. Suis deyək, Soet deyək, bunlar şahlıqdırlar fikirlər. Bu şahlıqlar məsələn, biz deyirik ki, zahirən qanunda orada oturublar, işləri yoxdur. Yox, belə deyil, necə ki işləri yoxdur. Ekonomi bunların əlindədir, siyasət bunların əlindədir. Bunlar arxadan siyasəti idarə edirlər.
üzdə görsənmirlər zahirən hamımız deyir, tamam. Amma orada hər nə istəyirlər görə bir iş görələr, o sistem ki bağlıdır. 400 il, 500 il çəkib sistem yaradıblar. Bu sistem arxadan işləyəcəkdir, vəzir də gedəcəkdir, nümayəndə də gedəcəkdir, oradan fikrini alacaqdır. Think tanklər düzəldibdir o şahın əlinin altında büdcələrlə. Think tanklər düzəldibdir. O think tanklər dövlətin siyasətlərini bəlli edir. Harda nə işi görəcəksən, dünyanın arasında nə işi görəcəksən. Bunlar orada. Hər halda bunlardan keçək. Bu günləri çox getdik, bu cür məsələləri danışdıq. Kitabdan uzaq oldu. Bunu nəyə görə dedim? Bilmədim. Helm nə üçün idi? Helm nə idi? İrfanda və təsəvvürdə helm ilə o tez bilinən sadə dözümlülük, yəni səbr və ya quru sakitlik demək deyil. Helm ilə səbri məmulən qatışdırırıq biz. Deyir ki, yox, quru tez bilinən sadə dözümlülük və ya quru sakitlik demək deyil. Helm. İrfani baxışda helm nəfsi qəzəb, qızınmaq, qızmaq. Qızmaq biz türkçədə əsəbani olmağa qızmaq deyirik. Əsəbiyyət ərəbcə sözdür. Nəfsi qəzəb, yəni qəzəbdən, qızmaqdan və hücum etmək odundan qorumaq. İntiqam almağa gücü çata, bağışlamaq və gönlü yumuşaqlığı saxlamaq deməkdir. Mən bilmirdim, doğrusunu axtarsınız. Əgər səbr çətinliklərin ağırlığına dözməkdirsə, helm insanların nadanlığına, pisliyinə və cubutluğuna qarşı ürəyi bulamamaq, ürəyi bulamamaq çox mühümdür. Milli hərəkətdə bəzən insanlar çalışırlar, bu helm yoxdur. Adam söyüş verir. Bu son zamanlarda bir döhtür olaraq bir nəfər mən bir Urmu Gölü haqqında bir video paylaşmışam. Dostlar yazıblar, bunu düzəldiblər, sağ olsunlar. Onun altında götürmüşdü, bir pis söz yazmışdı. Mən götürdüm, yazdım ki, heç olma o nöqtə ki bağlamışam başıma, döhtür adında yazırsan öz var. Heç olmasa ondan utan. Şəhriyarın gözəl bir sözü var, deyir ki, bəzən adamın bir börk alır ki, o börk yaraşmır adama. Nəinki yaraşmır, yəni o börk adamdan qiymətlidir. Börk adamdan qiymətlidir. Beləsi. İndi sən deyirsən, mən döhtürəm, amma ağa bir də sən mal döhtürü də olsan, adam döhtürü də olsan, fəlsəfə döhtürü də olsan, heç olmasa o döhtürlüğə bir yaraş axı. O börkü qoyursan başıva, o börkün qiyməti səndən çoxdur. Nəyə, məsələn, gəlirsən döhtür, ya xeyri döhtür. Nəyə sən tohin edirsən? Tamam, biri də insanlar vardı, adsız, şəkilsiz, rəsmsiz gəlirlər, tohin edirlər. Hətta onlara da dözmək lazımdır. Amma mən bir dənə bunu yazmışdım, adam getmiş güya ki, nə oldu, sən mənə nə dedin filan. Yox, yaraşmır ağa, yaraşmır. Vaqiyyət budur ki, bizdə helm yoxdur. Ariflər helmi nəfsin tamam sinemasının və ürəyin böyüklüyünün nişanəsi bilirlər. Nəfsin sınmaması deyir ehtimalən. Ariflər helmi nəfsin tam... Burada bir şey görürəm, əcəba bu. Yox, yazının üstünə qoyubdur. Səynemasını, sima olacaq ehtimalən, simasını ya sınmamasını ehtimalən burada bir şey qoyubdur. Anlaya bilmədim. Sildimdə bəlkə kompüterin səhifəsində belə bir şey olar, amma o da deyil. Görürsünüz ki, indi biz istəyirik kitabı dərindən anlayaq, özü bir qonu çıxır. Bu kitabı öncədən görmüşük, çünki bunları oxumuşuq. Bunlar mənim yadıma gəlir ki, oxumuşam. Bunda da dedim, anlamıram, amma indi şey elədik. Bu kitabı oxumuşuq, çox mühümdür, istəyək bunu oxuyaq, biz məcburuq qeydaq və bu kəlmələri bir-bir anlayaq. Və o günəcən ki, bunları anlamamışıq, doğru İslamı anlamayacaq.
İslam deməyək. Doğru müsəlmanlığı ya doğru müsəlmanlığa yaxın. Çünki dedik, mollalar və alimlər keçən 1400 ildə İslamı çeviriblər. İslam tərsə bir şeydir. Bizim tanıdığımız İslam, yaşadığımız İslam tərsə bir şeydir. Nədir ola bilər İslam, müsəlmanlar, deyək İslam yox. Müsəlmanlar əvvəl Həzrət Məhəmmədin 200, 300, 400 ilində dünyanı alırlar, dünyanın ən güclü gücü, ən rifahda olan gücü, elm gedir qabağa, fəlsəfə gedir qabağa, hər şey gedir qabağa. Amma o zamandan ki, mollalar, hədisçilər gəlirlər iş üstə, elmi də, fəlsəfə də, hər şey də gedir darıya. Bəs bu İslama bir şey qatmaqla və ona ağırlatmaqla, onun ayağına çox ağır bir zəncir, dəmir bağlamaqla onu yerə mıxlamışıq biz. Alimlər. Oradan qurtarmaq üçün yenə qeydib İslam tarixinin əvvəllərindəki qavramlara qeydməliyik. Və o zəncirlər, o qavramlar ki, sonralar gəliblər, hey bunu ağırladıblar, o qədər ki, biz bunun altından çıxa bilmirik, onlardan qurtarmaq lazımdır. O günəcən ki, biz bu işi görməmişik, İslam dünyada da bitir olar. İnsanlar nə İslam, mən də İslamı tanımıram. Adam öz dədəsinin, nənəsinin, qonşusunun İslamına, ya mollaların İslamına deyir ki, İslam elədir, İslam belədir. Hər halda bu kitab çox önəmli bir kitabdır. Bunu oxumaq üçün, bəlkə keçən seridə bu cür olmuşdu. Ona görə baxmamışam, çünki onları tanıdım, o bölümü tanıdım ki, bunlar Həzrətin sözləridir və ona istinad olunan sözlərdir. Hətta fotokopi olmağı da yadıma gəlir. Bu kitabı da nəzərimə gəlir ki, bu qədər bizə görər. Amma bu birisi kitab nədir? Bu kitabı da bir açaq, buna baxaq, görək ki, bu nə deyir? Bu qədər görər. Bu kitabın çox bir səhifəsi yoxdur. 3 səhifəlik bir kitabdır. Yəni, çox cəlibdir. Yəni, 6 səhifə. 1, 2, 3 qutardı. Bu, əslində bir risalədir. 3 və 6 vərəqdən ibarət. 5 vərəqdən ibarətdir. 1, 2, 3, 4, 5. 5 səhifədən, üzrəm, 2 vərəq, 3 vərəqdən ibarətdir. Ki, bunun qalanı da cırılıbdır. Çünki son səhifənin aşağıda fərəh sözü o birisi vərəqdə başlayacaq, amma yoxdur. Bu da bunu göstərir ki, bu kitabın əvvəlinə qeysaq baxsaq, əvvəlində görürük ki, bu kitabın əvvəli elə buradan başlanır. Amma bu kitab uzundur, bu deyil. Nə qədəri düşübdür, bilmirəm. Bilə də bilməyəcəyik. Çünki bilmirik ki, bu adam qonuda nə qəd yazıbdır, hansıları yazıbdır, hansıları yazmayıbdır. Amma yazdığı yerəcən bilirik ki, bu 5 səhifədə sonki şeydə davamı da bunun nə olacaqdır, onu da yazıbdır, amma biz görmürük. Kitab bu 5 səhifə kamilən su çəkibdir. Özəlliklə baş tərəfdən orta tərəfi, yəni Şirazə tərəfi. Kitabın ortasında da bir ləkə vardı. Əcəba bu ləkə su ləkəsidir ki, su ləkəsi və yağ ləkəsinə bənzir. Hətta bu qıraqdakı da yağ ləkəsinə bənzir. Yəni, suya bənzəmir, biraz yağa bənzir. Kitabın ortası da cırılıbdır. Nəzərə gələn kitab çox qalın kitabdır. Hardan deyirəm bunu? Əvvələn bu kiçik 2-3 səhifə olsaydı bu qədər toxumazdılar bir-birinə. Bunu toxuduqları üçün səhifələri bəllidir ki, bu qalindir. İkinci, bu kitabın ortasında, əgər çox qalin kitab olanda belə açanda, ortası düz açılmır. Əgər 2-3 səhifə olsa, orta düz açılar. Yəni, deyək ki, mən niyə kitabları burada qoymuram ki, yəni kitabxananın yanında oturmuram, ona görə də şey olmur. Amma kitab olmasa bunu göstərə bilməyəcəm. Qalsın. Kitabı vərəqləyəndə hamımız kitabından tanışıq. Kitab hər nə qədər qalin olsa, onu açanda belə düz açılmaz. Səhifəsi %100 açılmaz. Amma 2 dənə səhifəni siz çox rahatca, bu mənim bir dənə səhifədir.
Bu çox səhvə olmadığı üçün bir belə rahatca açılıb 100 səhvə ola bilir beləsi. Amma bunun içində 10 dana səhvə olanda, məsələn bu 10 dana səhvəni deyək. Bu beləsi burada tikiləndə, bunu açanda beləsi durur. Ortası beləsi olur. Yəni bunlar çətin dururlar, açılırlar bir-birindən. Amma 2 səhv olanda ehtiyac yoxdur, elə beləsi rahatca beləsi ola bilir. Hər halda bunun o cür durması bizə göstərir ki, bu kitab qalindir. Özəlliklə ikinci səfhədə bunu çox görürük. Yəni birinci səfhədə azdır, kitabın əvvəlidir. İkinci səfhədə bunu çox görürük ki, səfənin tikilməsi orada bunu qalin göstərir. Bu qalindir, bu bir şey davamı varmış. Amma yoxdur burada. Eyni halda görür ki, ortadan da cırılıbdır kitab, su çəkibdir 2-3 dəfə və beləsi qıraqda cırılıbdır, yapışdırıblar. Bir neçə ayrı kağızla yapışdırıblar. Qeydaş kitabın əvvəlindən bunu oxumağa çalışıq. Görək ki, bunun qonusu nədir? Haza risali-i əsule və əsvalə və civabə ələ rəsail. Bu bir dənə şeydir zahirən. Haza risali-i əsvələ sualın cəmi olacaqdır. Və əcvəbə sualı cavabın cəmi olacaqdır. Ələr rəsaili müxtəlif risalələrin üzərində olan suallar və cavablar. Bir dana, iki dana deyil. Əsvələ vəl əcvəbə. Yəni çoxlu suallar burada deyiləcək, oxunacaqdır. O halda ki, bu səfədə çox uzun 3-4 dana sual olacaqdır. Bismillahirrahmanirrahim. Təqdiri bidayət ya ibtidai Bismillah müteəlliq həsb olduğu. Bu bir ayrı kitabın məşruhun başlayıb şərh verir. Bir ayrı kitabı şərh verir. Bismillahirrahmanirrahim təqdirən ehtimalən bidayəti ba ibtida, ba Bismillahın bıyığında ba ibtidai Bismillah müteəlliq həsfi olduğu üçün. Deyir o B, indi ərəbcə bu çox bir ciddi bir şeydir. Mən ora keçməyim. Həsf olduğu kisrət-i istimal əcəlindəndir. Ya təmim üçündür. Bu hangi yadan danışdı? Bismillahda ye yoxdur, ona görə qalmışam. Yəni əvvəlində ya bıdan sonra. Ya təmim üçündür. Yəni hər yerdə məhəllinə münasib təqdir olunmaq üçündür. Bir fəsl zikr olunub, təxsis olunmadı. Mənası ibtida etdim, ya ibtida edərəm, ya oqurəm, ya görürəm və ya çıxıram və ya yeyirəm və ya içərəm. Bismillah deməkdir. Pəs bu anlamda misallarını da budur ki, bunu deyəndə Bismillah bir işi başlamaq üçündür. İndi dedi, onlarda misalları budur. Və ya içirəm. Bismillah deməkdir. Bismillahün ya bayi istianət üçündür. O B ki deyir əvvəldə var, o Allahdan köməklik istəmək üçündür. Bismillah, yəni Allahdan, o B hərfi ki orada var, yəni Allahdan, Allah-i Rəhman-ı-Rəhimdən köməklik istəyirəm. İsm yazidir, yaxud ismi müsəmmanın eynidir. Ehtimalən beləsi olacaqdır. Müsəmmanın eynidir. Mənası ibtida etdim Allah-i Teala'dan muavinət tələb etməklə. Muavinət oğnu sözündən düzəlibdir. Yəni yardım, kömək deməkdir. Rəhman və Rəhim sifəti müşəbbəhədir. Rəhmətdən müştəqqidir, mübaliğə üçündür. Tamam, görürsünüz ki, çox ciddi bir məsələ. Amma gedək suala. Görək o şey nədir? Burası çox ərəbcə dilinin analizidir. Onu analiz edir Bismillahirrahmanirrahimi. Onu analiz edir. Mən ehtimal verirəm ki, görək nə olacaqdır. Ehtimal, o bayaqlar dedim ki, ehtimalən bir ayrı kitabı şərh edir, amma nəzərimə indi gəlir ki, yox, şərh eləmir. Bəlkə özü, yəni bir ayrı kitabı şərh eləmir. Özü elə o Bismillahı özü qoyur,
onun üstü analiz edir. Bismillahın özün ərəb dilində hər kəlmənin, hər hərfin nə yeri var, nə üçün işlənir, nəyi ifadə edir, onu danışır. Həm təzyiq təhlil edir, həm sərf edir, bu cüzü bir şeydir. Amma sual, bu iki sifətləri birinin üzərinə ixtisası olunmadığı nə üçün? Bismillahirrahmanirrahimdə Ər-Rəhman, Ər-Rəhim var. Onu istir deyək ki, bu Ər-Rəhman, Ər-Rəhim nə üçündür? Məsələn, gəlibdir. Cavab, onun üçün ki, təkmilən lil vəsfeyn və tətmimən lil vəcheyn fiddareyn. Allah Allah, ərəbcə cavab verdi. Onun üçün ki, təkmilən lil vəsfeyn, iki vəsfin bir-birini təkmil eləmək üçündür. Və tətmimən lil vəcheyn, iki görüntünün, iki vəc, iki üzdür. İki üz demək, yəni iki halətin, iki vəziyyətin bir-birini tamamlamaqdır. Fiddarin iki dünyada. Sual, müsənnif kitabını Bismillah ilə ibtida etməyinə səbəb nədir? Niyə deyir ki, müsənnif kitabını, burada bunu göstərir ki, bir ayrı kitabı oxuyur. Mən dediyimdir, bu kitabın əvvəli deyil. Bunun əvvəli də düşübdür. Çünki bunun əvvəlində bir müqəddəmə olacaq ki, mən nə yazıram? Sonra və niyə yazıram? Nəyin üstündə yazıram? Onu olacaqdır. Sonra burada onu təşrih edir ki, o Bismillahirrahmanirrahim ki, o yazmışdı. Nə idi? Nə demək istirdi? İndi iki dana sifəti niyə bir cümlədə Allahın orada adı ilə gətiribdi? Ondan sonra deyir ki, sual, müsənnif kitabını Bismillah ilə ibtida etməyin səbəbi nədir? Niyə müsənnif yazan, sinf eləyən, yazan, kitabı yazan kitabını Bismillahla başlayıbdır? Bu da bunu göstərir ki, özün demir. Əgər desək, deyər ki, niyə mən? Əlbəttə, müsənnif elə özünə də işarə olar. Bəlkə də sonra da görək ki, özü yazıbdır. Bəlkə də görək ki, müsənnif kitabını Bismillah ilə ibtida etməyin səbəbi nədir? Cavab, dəlil budur ki, ta bu hədis-i şərif təhdində daxil olmaya ki, Resulullah sallallahu aleyhi və səlləm buyurmuşdur ki, külli əmrin zibalin ləm yəbdəü. Bunlar biraz həm titrəmiş düşübdür, həm də şeyləcə baxsız. Bir də ərəbcə yazılır, fihi bi ismillah fəhvə əbtər. Belə bir hədis vardır, deyir ki, bu hədisə niyə Bismillah deməyibdir? Bismillah deyibdir, deyir, buna görə Peyğəmbərdən bir hədis var ki, əgər bir iş Bismillahla başlamasa, yarımçıq qalar. Ona görə istir Bismillahla başlasın ki, qutarsın. Mənası şərifi işinə Bismillah ilə başlanmaya ol, əbtərdür, natəmamüdür, dedi, yaxud yetmən yazıbdır, nə mənə? Təbərrük üçün, təyəmmümən, yaxud təyəmmümən təbərrük üçün ba kitab-ı əzində iqtida etmək üçündür. Ya kitab əzizə iqtida etmək üçün. Yəni, Bismillah Quranda da vardır. Deyir, ona bəlkə bənzətmək üçün. İqtida etmək, yəni elə bir biz ona bənzirik da. Məsələn, imam cəmaətin dalında namaz qılanda o neynəsə biz də onu eləyirik ki, ona bənzəyək. İqtida ona deməkdir. Yəni, bənzətməyə çalışırıq. Sual, Bismillah həmdi təsliyə vacibul istimalüdəndir. Müsənnif kitabını Bismillah ilə ibtida elədi. Həmdi təsliyeyi zikr etmədi. Nə üçün? Cavab onun üçün ki, tamam görürüz ki, belə bir şeylərdən başlayır. Əcəba sonuncu suallarına gedək. Sual, müsənnif vacibətül istimali zikr etdi. Canda istimal zikr etmədiyi nə üçündür? O da bir şey deyil. Gedək o birisi səhifədən cavab. Sual. Ehtimalən bu məə olacaqdır, amma bilmirəm. Eləm dedi. Bəli, kitab indi. Burada kitab, bu cavab. Onun üçün ki, bu kitabı müxtəsərdir. Vacib üzərinə ixtisar oluyor. Der. Eləm əmridir. Kitab, bir ayrı kitabı %100 bir ayrı kitabı oxur.
ona şərh yazır. %100. Yəni mənim şəkkim yoxdur. Bu kitab çox uzun bir kitab olacaq. Yəni heç olmasa 100 səhifə olacaqdır. Amma bundan 5 səhifə qalır. Mən indi buna görə ki, bunu bilək, buradan oxuyuram. Cavab onun üçün ki, müsənnif burada əczi izhar edib, tərk eylədici kəmali əczi eyni həmdü eyni təslimdir. Netə ki, Resulullah sallallahu aleyhi və səlləm bu məniyə işarət edib buyurmuşdular ki, la uhsa, bunlar çox oxunmur, təəssüflə çox tardır kitab. İstəyirəm fəqət kitabın adını bilək ki, bu hangi kitaba şərhi yazır. Ehtimalən bu səfədə onu deyəcəkdir ya da o birisi səhifədə. İsna aleykum əntə kəma əsnəytə əla nəfsikə dedi. Mənası budur ki, Bart ben oxuya bilmirəm, edəməzəm. Netə ki, sənə zatinə layiq səna edərsəniz, bilinə ki, müsənniflərin dabü qaidelərindəndir. Adab olacaqdır. Müsənniflərin dabü qaidelərindəndir ki, kitablərinin əvvəlində 7 nəsnə ilə ibtida edələr. Üçü bir bərsəbili vücubdur. Bərsəbili vücub dördü bərsəbili istihbab. Üçü vacibdir, 7 nəsli ilə dedi başlayacaqlar. Üçü vacibdir, dördü müstəhəbbidir. O mənaların, nəsnə yeri məna, anlam, düşüncə. Kitablərinin əvvəlində, tamam, onu oxuduq. İstihbab, ol üç ki, bərsəbili vücubudur. Bismillah, həmdilə, təsliyədir. 3 danadır. Biri, o 3 dana ki, vacibdir. Bismillah, hədd ilə təsliyədir. Bismillah vacib oldu. Həm dəlilə əqlilə, həm dəlili nəqlilə. Amma dəlili əqli budur ki, ta kütüb-i İslamiyyə fərq olunə kütüb-i sairə miləldən ki, əhl-i İslam olmaya, amma nəfli budur ki, amma nəqli dəlil, amma nəqli dəlil budur ki, indi bunu hər kəs oxusaydı, qətən qələt oxuyardı, mən də qələt oxudum. Sonra gördüm ki, orada əqli demişdi, burada nəqli oxuyacaq, dəlili də üstə yazıbdı, biri ayrı cür yazıbdı, hər halda onu da oxuduq. Amma dəlili nəqli budur ki, yəni hədis, nəqli deyəndə, yəni hədis. Burada bir cümlə yazıbdı, üstünə xət çəkibdi, qırmızı xət çəkibdi. Ehtimalən şükrü mən'un vacibdir, mən'un aleyhi öndən, tamam, bunun üstünə xət çəkibdi. Rəsul aleyhisselam buyurmuşlardır ki, küllə əmri zibalin ləm yəbdəü fihi bismillah fəhüvə əbtər. Həmd ilə vacib oldu, həm dəlilə əqlilə və həm dəlilə nəqlilə. Amma dəlilə əqli budur ki, şükrü mün'im vacibdir. Mün'im əleyhi üzərinə, amma mün'əm əleyhi üzərinə. Tamam, bunu oxudum. Dəlilə əqli budur ki, şükrü mün'im vacibdir, mün'əmin əleyhi üzərinə. Amma dəlilə nəqli budur ki, Resul aleyhisselam küllə əmri zibalin ləm yəbdəü fihi bəhəmdillah fəkânə fəhvə əqtəu buyurmuşdur. Ehtimalən belə bir şeydir. Təsliyə vacib oldu. Təsliyə salam salavat çevirməkdir. Təsliyə vacib oldu. Həm dəlilə əqlilə, həm dəlilə nəqlilə. Amma dəlilə əqli budur ki, biz qayəti təəlluqdən yüz əhnəmənə haqqi qayəti təqəddüsündədir. Birinlə haqqi Teala, bədənlə haqqi Teala arasında heç tənasüb yoxdur. Pəs bizə bir vəsilə gərəkdir ki, məarif-i ilahiyyeyi və ulum-i Rabbaniyeyi Cənab-i Feyyaz'dən əxz edib bizə ifazə eyləyə. O vəsilədənlədir
illa ol vəsilə dənlədir illa Muhammed Mustafa'dır ki, onun iki cəhəti vardır. Bir cəhət təcərrüdi, bir cəhət mən təcərrüd oxuram, onlara bilər fərqli oxusun. Bəlkə də sonuncu mənilərdən anlaşıq nədir? Bir cəhət təcərrüdi və bir cəhət təəlluqi, mücərrəd olmaq və təəlluq tapmaq. Bəli, düzdür. Cəhəti təcərrüd ilə ulum-i Rəbbaniyyəyi alıb cəhəti təəlluqi ilə bizə ifazə edərsin. Bizə də uqəla vacibdir ki, tamam, burada mən deyirdim kitabın adını deyəcək, amma gəlir aşağıda deyir. Təcrübə ilə ulum-i Rəbbaniyyəyi alıb cəhəti təəlluqi ilə bizə ifazə edərsin. Bizə də uqəla vacibdir ki, ana təsliyə edəyüz, ta ki təsliyə bizlə anlar arasında vəsilə ola. Amma dəlil nəqli budur ki, haqqi Teala ya eyyuhellezine amenu sallu aleyhi və sallimu təslima deyib buyurdu ki, oxudu vücub üçündür. Və amma ol 4 ki, bər səbil istihbabıdır. İsmi kitab, fənni kitab, tedad fusul, təbyin qərəzdür. Kitabda deyir ki, 4 dana bir şey də müstəhəbbidir. Nədir? Əvvəl 3 dana Bismillahla başlamaqdır, Peyğəmbərə və o birisilə salam və salavat göndərməkdir. Bu 3 dana olardı. Tamam. Bir bu iki müsəlmanlardan ayıraq, ikinci bu ki Həzrəti Rəsula və o birisilərə şey eləyək. Bu tamam. İndi istihbab, müstəhəbbilər nədir? Deyir ki, amma o 4 ki, bərsəbil istihbabıdır. Hər kitabı yazanda 4 dana müstəhəbb bir şey var. Nədir? İsmi kitab, kitabın adı yazmaq. Fənni kitab, kitabın qonusu nədir? Tedad fusul, neçə fəslidə, neçə babda yazılacaq o və təbyin qərəz, niyə yazıram? Bu 4 dananı deyir. İndi ehtimalən buradan sonra deyir ki, müsənnif vacib, ehtimalən bu qabaqca belə bir şey soruşmuşdu. Nə mənə demişdi? Sual, Bismillah həmd ilə təsliyə vacib və istemal olundur. Müsənnif kitabını Bismillah ilə ibtida eylədi. Həmd iləyi, təsliyəyi zikr etmədi. Nə üçün? Həmd ilə təsliyəyi zikr etmədi. Nə üçün? Onu deyir ki, buna cavab verdi. Pəs bir kitabı deyil. Biz burada mütməyin olduq ki, bir kitabı şərh yazır. Cavab. İndi burada sual. Müsənnif vacibə istimali zikr etdi. Vacibətül istimali zikr etdi. Canində istimal zikr etmədi. Nə üçün? Cavab. Onun üçün ki, bu kitab müxtəsərdir. Vacib üzərinə ixtisar ola. Deyir ki, olədir. Deyir, bu kitab xülasə olduğu üçün, istəyibdir ki, xülasə olduğu üçün bəzi şeyləri yazmasın. Onu gerək olur. Eləm, kitabda deyibdir. Eləm, əmridir. Elmidən, elmin lüğətən mənası var. İstilahən mənası var. Lüğət bilməkdir. İstilahən əl-ilmü sifətün, əl-ilmü sinfətün ehtimalən yazır və sifətün tevcibu təmyizə beynəl əşyai və la yəhtemillün nəqizədir. Mənası devam edir. Bu kitab çox uzun kitabdır. Qətən də etdim mən ona inanıram ki, uzun bir kitabdır. Hətta əgər bunu yazan 3 səhifədə yazmış olsa əsli kitab, bu üçün hər səhifə, hər kəlmənin özünə bir tərif verir. Məsələn, elmə burada bir məni verdi ki, eyləm əmr sözündən gəlir, əmr sözüdür, elmdən gəlir, elmin lüğət mənası vardır, istilahən mənası vardır, lüğət bilməkdir, lüğəti lüğətdə, yəni lüğətdə elmin mənası bilməkdir. İstilahda nədir? Əl-ilmü sifətün tevcibu təmyizə beynəl əşyai və la yəhtemilün nəqizdir. Elm ərəbcəsində tərif edibdir. Elmi tərif ediblər ərəbcədə ki, nədir? Elm
bir sifətdir ki, mucib olar əşyanı bir-birindən ayırt edəsən. Xudkarla gözlüyü elmi budur ki, bunları deməyəsən ki, bu bir şeydir, yox, fərqi yoxdur, bunlar ikisi də bir şeydir. Bu gözlükdür, bu da qələmdir. Deyir, yox, bunları əşyanı bir-birindən ayırdasan ki, bu qələmdir, bu xüsusiyyətlərinə, məsələn, bu da gözdür, bunu əldə tutarlar, bir şey yazarlar, bunun cühəri olmalıdır, bunun formu beləsidir, məsələn, rəngi beləsidir, filan bəhman. Bu da gözlükdür, bunu da gözün üstünə vurarlar, bu yazmaz, bu yazar. Bu görməyə yaxşı köməklik elər, bu əsla görməyə köməklik eləməz. Nə bilim, bunun məsələn rəhləri fərqli ola bilər, bunun rəhləri fərqli ola bilər, burada müştərəkdirlər. Bu da cismidəndir, bu da cismidəndir, bunlar müştərəkdir. Amma əslində təmyiz verər beyni əşya və la yəhtəmilün nəqiz və ehtimali nəqzi yoxdur, yəni ziddi, onun aradan getməsi. Elm budur ki, bu aradan getmək ehtimali yoxdur, yaxşı yox, belə deyil, elədir. Məsələn, bu cüz yoxdur. Əlbəttə, elm indi bu günləri bu mənada çıxmır. İndi deyirlər, elm o şeydir ki, ehtimallı nəqizi vardır. Yəni, əgər eləyə bilsək, onu nəqiz eləyək, elm yavaş-yavaş ortada çıxır ortaya. Mənası elmi alimin bir sifətidir. Elmi də alimin bir sifətidir. Məsələn, mən türkcəni oxuya bilirəm, buna deyirlər ki, elmə sahibdir. Mən, yəni bir sifət verirlər mənə ki, bu adam elə bir türkcəni oxusun. Ki, nəqizuhu ki, dər cəhandır. Burada yenə üstünə xət çəkib bunu oturuq. Vacib edər əşya arasında fərq anınla ki, dəxi ehtimal olmaz kəndü nəqizinə ki, cəhandır. Tamam, bu da görürük ki, getdi, şərhə bir kitabdır. Əcəba bunu bir yerdə şey eləyəcək. Sual. Yəni, eyləm verdi, dedi. Burada bir şey yazıb oxunmur. Eyləm dedi. İqra dedi. Nə üçün? Ya demədi, nə üçün? Aha, Qur'anda, mən bunu dünən düşünürdüm, amma bu günlərə inanmırdım belə bir şey gəlsin. Bilmirəm Qur'anda, bunu soruşum. Qur'anda neçə dəfə iqra sözü ayələrdə gəlmiş. Bu çox cəlibdir. Mən bir dəfə bunu Cunos TV-də demişəm, 2012-də, 2013-də. Amma burada dünəndən özüm yenə bunun üstünə düşmüşəm ki, Qur'anda deyirlər, birinci ayə Həzrəti Məhəmmədə iqra sözü ilə başlayır. Amma mən bunu düşünürdüm, gördüm ki, Qur'anda çox iqra sözü var. İndi burada soruşur. Qur'an-ı Kərimdə iqra oxu kəlməsi əmr siğəsində tamamən 3 dəfə gəlib ortaya. Bu 3 yerdə ikisi eyni surədə, Ələq surəsində, yəni ilk nazil olan ayələrdə, ilk, yəni ola bilər ki, bilmirəm, ya birinci, ikinci ayələrdə və biri isə Əsra surəsindədir. Bu ayələrin listi və gəldik yerlər bunlardır. Bismillahirrahmanirrahim. Ələq surəsi 1-ci ayə. İqra bi ismikkəl-ləzi xələq. Oxu, o Allahın adı ilə ki, yaratdı. Bu, İslam Peyğəmbərin nazil olan ən ilk kəlmədir. Qur'anda Peyğəmbərə oxu əmri verilibdir. Hər müsəlmana oxu əmri verilibdir. Əcəba deyir ki, nəyi oxu, nəyi oxuma? Yox, deyir ki, fəqət iqra bi ismi rabbikəl-ləzi xələq. Yaradan Allahın adı ilə başla oxumağa. Hər şeyi. İndi nəyi oxuyaq? Əcəba yazıdır, yoxsa dünyanı, yaşamı, içimizi, eşiyi, göyləri, heyvanları, yer altında, suyun içində, yerin üzündə, göydə, göylərdən eşikdə olan varlıqları filanları oxumalıyıq. Nəyi oxumalıyıq? O oxumaq boşdur burada. Yəni, nəyi oxu? Onu fəqət Allahın adı ilə başla oxumağa. Yenə ikincisi bir ayə deyir ki, Suriyə Ələq 3-cü ayə. İqra və Rəbbükəl əkrəm. Oxu. Sənin Allahın kərəm sahibidir.
İqra və Rabbükəl əkrəm. Sənin Allahın ən böyük kəramətli, ən kəramətli olan varlıq Allahdır. Üçüncü ayət yenə də aynı təkrar olubdur şeydə. Ələq surəsində bunu oxuduq 2 dənə. İndi Əsra surəsi. İqra kitabike kəfa bi nəfsike yevmə əl-yevmə əleykə həsiba. İqra kitabike. Kitabdan mənzur əcəba bugünkü kitablardır. Yəni o zaman belə kitab yoxdur. Nə deməkdir burada kitab? Həzrət Məhəmməd zamanında kitab nə deməkdir? Sual soruşaq. Bu ayətlər inərkən kitabın anlamı nə ola bilərmiş? Bugünkü kitab anlamın daşırmazmış. Mənə belə gəlir. Yəni mən öz nəzərimi yazım, sonra görək ki, o nə deyir də, yəni mənə belə gəlir ki, fərqli bir anlam daşımalı olmalı imiş. Görək ki, buna nə deyir? Burada bir kəlməni iştibah yazmışam. Sözünüzdə tamamən haqlısınız və çürütülməz bir nöqtəyə işarə edirsiniz. O dövrdə miladi 7-ci əsrin başlanğıcında Ərəbistan yarımadasında indiki kimi cildili çap olunmuş və vərəqli bir kitab yox idi. Peyğəmbərə İqra kitabı və ya Zalikəl kitabı buyurulanda düşüncələrdə günümüzdən kağızlı kitab anlamı canlanmazdı. Bəs bir də oxusaq, Peyğəmbərə İqra kitabikə və ya Zalikəl kitabı rəybə fihi hudən buyurulanda düşüncələrdə günümüzün kağızlı kitab anlamı canlanmazdı. İrfani, lüğəvi və tarixi baxımdan o ilk dövrlərdə iqra və kitab kəlmələrinin daşıdığı həqiqi anlamlar bunlar idi. Nə idi? Kitab kəlməsinin kök anlamı yazı deyil, bağlantı və hökmüdür. Ərəb dilində kitab yazı deyil, bağlantı və hökmüdür. Ərəb dilində kətəbə kökü özlüyündə kağıza yazı yazmaqdan qabaq bir-birinə bağlamaq, cəm etmək, bir şeyi vacib və hökm etmək deməkdir. Bəs 3 dənə anlamı var. Kağızdan qabaq, yəni o zaman kağız hələ yox idi. Bir şeyi bir-birinə bağlamaq, kətəbə, cəm etmək, kağızda ondan çıxardıblar. Çünki bir şeyi bağlayırdılar bir-birinə, yarpaqlar, zadlara, əcirdilə falan bir şey çıxardırlar da. Bir şeyi vacib və hökm etmək. Deyək ki, məhkəmə hökm verir. Buna deyirlər ki, kitab. Örnək üçün, Qur'an-ı Kərimdə kətəbə əleykumüs siyam gələndə, yəni oruc sizə vacib olduğu, hökm olunduğu deməkdir. Yəni kağıza yazıldığı anlamında deyildi. Hökm olmaq anlamındadır. Buna görə də o dövrdə kitab dedikdə 2 böyük batini anlam nəzərdə tutulurdu. İlahi hökm və həqiqətlərin məcmuəsi, yəni Tanrının qəza və qədəri, öz elmində sabit etdiyi değişməz həqiqətlər. Varlıq səhifəsi, Cəhan-ı Afəriniş farsça, Varlıq səhifəsi. Böyük ariflər buyururlar ki, tamam kainat Tanrının yaratdığı böyük bir kitabdır. Və hər bir yaradılmış özlüyündə
o kitabın bir kəlməsidir. İqra kəlməsinin həqiqi anlamı oxu yox, dilə gətir və üzə çıxar deməkdir. Ərəb dilində qərəə kökü bir kağıza baxıb sözləri hecələmək ya modern oxumaq demək deyil. Bu kəlmənin kökü cəm etmək, ürəkdəkini üzə çıxarmaq, sözü axıtmaq və təkrar edib çatdırmaq anlamındadır. Peyğəmbər ümmi idi, yəni mədrəsədə xətt-i savad öyrənməmiş idi. Cəbrəil ona iqra, oxu dedikdə Peyğəmbərin önündə maddi bir yazı yox idi ki, onu oxusun. Burada əmrin canı budur. Ey Məhəmməd, o suyun gölünə daxili vəhy ilə yığdığımız ilahi həqiqəti və nuri indi nəfsinin dili ilə kainata axıt, oxu, səslə və dilə gətir. İrfan əhlinin bu ayənə baxışı. Ariflər özəlliklə İbn Ərəbi məktəbi İqra bismi Rabbikə ayəsini tamam böyük bir batini dünya ilə açıqlayırlar. Onların baxışında ən böyük kitab insanın özüdür. İnsan kitab-ı təkvindir. Təkvin kitabıdır. Yəni öz batində tamamən kainatın sırlarını cəm edən bir nüsxədir. Peyğəmbərə oxu dilində, yəni öz həqiqətini ürəyindəki ilahi əmanəti üzə çıxar deməkdir. Bu anlamı düşünməmişdim deyəcəm. Əməl dəftəri, İqra kitabıca qiyamət günü insana kitabını oxu dilində də ona bir kağız rol dəftəri verilməz. Orada insanın öz ruhi, bədəni və can səhifəsi üzə çıxar. Yəni insan öz keçmişini öz varlığında aşkar görür. Çox ciddi bir şeylər oldu, ortaya çıxdı. Hər halda burada görürük ki, belə bir kitabdır. Biraz bunun yazısı yaxşı deyil, amma oxumaq olur. Bu bir ayrı kitabı oxuyubdur. Əcəba bu kitabın biz oxusaq adını biləcəyik ya yox. Onun üçün ki, elm bilməkdir. İqra o adını deməkdir. Müsənnifin muradi bilməkdir. Mücərrədi oxumaq dəcildir. Elm əhəmmüdür qəraətdən. Qəraətlə də qəraətdən qeyri də olar. Əhəm olan əhəmdür zikr anlə etmədən. Belə bir şey oxunmur kamil halı, amma sual, nədən belə ləm kim müsənniflər Nədən ki, müsənniflər muradi bilməkdir. Mücərrəd oxumaq dəcildir. Cavab onun üçün ki, mə'ə bu kitabı elmi təsrifi bildirmək üçün təsnif etdi. Pəs kitabın adı təsrifdir, təsrif üçündür. Tamam. Burada bir yazıbdır, aşağıda bir şey qoyub onun üstünə, amma haradadır onu təbii ki, görə bilməyəcək. Çünki kitab qalıbdır. Bu kitab təsrif haqqındadır. Mövzusu təsrifdir. Ərəb dilində zərəbə, zərəbə, zərəbu, zərəbət, zərəbətə, zərəbnə, zərəbtə, zərəbtə, zərəbtuma, zərəbti, zərəbtuma, zərəbtunə, zərəbtu, zərəbna. Bu sərf eləməkdir. İndi burada nə olur, bir kəlmənin kökü nədir, ona nə qoşulanda əvvəlinə ya axirinə
hangi hərflər izafə olanda mənası nə cür dəyişilir? Ya məsələn bəzi kəlmənin hərfləri bir cürdür ki, o yazılanda yazılmır, ona illə deyirlər. Amma oxunanda oxunur. Məsələn, onları burada bu kitab onun haqqındadır. Çox elmi kitabdır. Adına təsrif deyirlər. Ehtimalən də şeyinkidir, amma nədən biləlim ki, müsənnif muradi bilməkdir, mücərrəd oxumaq dəcildür. Cavab, onun üçün ki, ehtimalən burada bir şey yazıb oxuya bilmirəm. 3 yerdə də bunu görmüşəm, amma məə oxuram, amma ola bilər. Bu kitabı elmi təsrifi bildirmək üçün təsnif etdi. Ehtimalən müsənnifdir o. Messe yazır. Messe müsənnif. Onun üçün ki, müsənnif bu kitabı elmi təsrifi bildirmək üçün təsnif etdi. Cəhl üçün etmədi. Bu məni xud elmlə hasil mücərrəd qəraətlə olmaz. Sual, bu məni elm ilə olduğu gibi mərifətlə dəxi hasil olur. Axi müsənnif ələm dedi. Daxi ehtimal olacaq. Daxi müsənnif eləm dedi. Əhrəf demədi. Əhrəf demədi. Nə üçün? Çünki cavab, onun üçün ki, elmi külliyyatı istemal olunur. Mərifət cüz'iyyatı da istemal olunur. Elmi külliyyatı da istemal olunur. Mərifət e'rəf imiş o da. E'rəf deyilmiş. E'rəf elm dedi, e'rəf demədi. Nə üçün? Cavab, onun üçün ki, elm külliyyatı da istemal olunur. Mərifət cüz'iyyatı da istemal olunur. Müsənnifin muradi külliyyat külliyat əhval təsrifi bildirməkdir. Cüz'iyyatını dəcül. Cavab, sual. Sən elmi külliyyatı istemal olunur. Dedin. Fəhm daxi külliyyatı istemal olunur. Axi müsənnif eyləm dedi, əfhəm demədi. Nə üçün? Görürsünüz ki, hey onu bir dana kəlmənin üstündə işləyir. Onun üçün çox uzun bir kitabın oradan buradan qalanıdır. Amma mən sualları oxuyayım. Bəlkə sualların bir də bu kitabın adına rastlaşarıq. Sual. Sən, tamam onu oxumuşduq. Sual. Sən elmi kəlam iddə istemal olunur. Sən elm kəlam ayətdə ehtimalən istemal olunur dedin. Liya'ləmə dəxi elmdəndir. Müsənnif eyləm dedi. Liya'ləm demədi. Nə üçün? Sual bir ayrısı. Müsənnifin muradi hazirə təlimidir dedin. Təəllüm daxi əmr hazirdir. Axi müsənnif ki şair dedi. Təəlim şair dedi. Təəllüm yafeti nə mənə burada bir şey və əcəl ar və la yərzaya ehtimalən burada bir ərəbcə bir cümlə yazıbdır onu və ya əl-mümarisə ehtimalən müsənnif eyləm dedi, təəllüm və dedi. Nə üçün? Cavab, sual. Müsənnif eyləm ənə dedi. İnnə demədi. Nə üçün? Cavab, eyləm. Sual, ehtimalən cenə tazlaşdan. Cavab, cenə cavab. Eyləm ənə təsrif dedi. Bu bir dənə kitabdır, mən oxumuşam. Tələbəlikdə bunu hamı oxuyar. Eyləm ənə təsrifə dedi. Eyləm təsrif demədi. Nə üçün? Sual cenə də. Müsənnif innə təsrifə dedi. İnnə sərfə demədi. Nə üçün? Bu bir kitabdır, bəli, mən tanıdım bunu 40 il bundan qabaq, 40 neçə il bundan qabaq oxumuşam bunu mən. Sual, əsl vahiddə murad məstərdir. Müsənnif təhvilül əsli əl-vahid dedi. Eyləm innə təsrifə təhvilül əslil vahidi. Beləsi oxunacaq əslində, amma şey olamayıbdır, yazmayıbdır kamilin, dana-dana yazır. Təhvilül məstər demədi. Nə üçün?
Cavabı gedir sual. Bu hurufi nə mənə olubdur? Bu huruf gərək olduysa elmdə dəxi bu hərflərdən vardır. Axı nə üçün elm oldu? Ələm oldu. Üzr istəyirəm. Axı nə üçün ələm oldu? Ələm, məsələn, mənim adım Ələmdir. Sizin adınız, hər kəsin adı Ələmdir. Məsələn, mümkündür dünyada minlər Həsən ola. Hangi zaman Həsən Ələm olur? O zaman ki, ya yanımızdadır, deyirik Həsən ağa, yəni bu Həsən ağa, bu ki yanımızdadır, ya da deyirik ki, Həsən, məsələn, Muradi. Ya da deyirik Həsən Kazımın oğlu, filan yerli, filan məhəllədə, ya filan evdə, ya filan kəsin qardaşı, bacısı, onda ələm olur. Tamam. Bu səfədə də ayrı sual yoxdur. İstəyirəm görüm, bəlkə kitaba yetişər. O birisi səhifədə də yoxdur. Sual olmur, amma ayrı bir şeylər kəlmələrin üstündə şey qoyur, yazır. Bu kitab çox uzun bir kitabdır. Əgər yadımda olsa, təsrif hududan 50 səhifəlik bir kitabdır, təsrif özü. Bu, o 50 səhifəni belə tozih versə, bir 400 səhifə elər. Çox gözəl bir yazı olacaqmış. Heyf olubdur kitaba. Mən fikirəm ki, bu günləri bu qədər yetişər, kafidir. Hara gəlmişdik? Bu risalə şeydir. Mən fikirəm ki, bu risalə yoxdur. Buna şərh-i təsrif adını yazacağam mən bunun. Şərh-i təsrif. Bu bir dənə əslin kitab adıdır. Mən bunu bir soruşum, görüm, fikrim adını da indi yazsaq çıxadar. Şərh-i, bunu silim əslən. Şərh-i təsrif adlı kitabı kim yazmış və kim onu Türkcədə yazmış? Görək ki, bu iki suala cavab verə biləcəkdir. Şərh-i təsrif. Sərf elmi, yəni ərəb dilində kəlmələrin quruluşu və dəyişməsi barədədir. Özlüyündə bir neçə müxtəlif şərhə deyilə bilir. Çünki ərəb dilçiliyində təsrif adlı tanınmış qaynaqlara böyük ariflər və alişən dilmancılar şərh yazmışlar. Amma elmlər və əlyazmalar tarixində ən məşhur olan və türkcəyə çevrilən əsas nüsxələr bunlardır. Əsl kitab və məşhur şərhi, Şərh-i Təsrif-i İzzi. Bu deyil. Ərəb dilindən ən tanınmış sərf kitabı İzzeddin Zəncani'nin vəfatı 666-cı ildə yazılıbdır. Diqqət buyurun, bu görək ki, nə dildə yazılır? Yazdığı Ət-Təsrifül İzzi kitabıdır. Bu kitaba dünya məktəblərində və mədrəsələrində yüzlərcə şərh yazılıb. Amma ən böyük və məşhur şərhi Səədiddin Təftazani, mən bunu oxumuşam. Səədiddin Təftazani vəfat 973-də Hicridə tərəfindən yazılmışdır ki, ona qıssaca Şərh-i Təsrif ya Şərh-i İzzi deyirlər. Əgər səhv eləmirsəm, o ərəbcədir. Onun türkcəyə kim yazmış və çöndərmişdir? Bu müqəddəs və elmi kitab Osmanlı və Cığatay dövründən bəri türk dilinə çöndərən və ona türkcə şərh yazan böyük alişanlər olubdur. Ən əsas türkcə şərhlər yazanlar bunlardır. Molla Xəlil ibn Məhəmməd ibn Osman Xəlil Fovzi Osmanlı dövrünün tanınmış alişanlarından biridir ki, Şərh-i Təsrif-i İzzi kitabını özəl bir basirət ilə türkcəyə çöndərmiş və ona geniş bir türkcə şərh yazmışdır. Əhməd Codət Paşa, Osmanlı dövrünün böyük tarixçisi və dilçisi, mədrəsələrdə oxunan sərf-i təsrif qaydalarını gözəl və aydın bir türkcə ilə Qəvaid-i Osmaniyyə və ona bağlı şərhlərdə ələ almışdır ki, kökü elə o köhnə təsrif elmindən gəlir. Əlyazma
mütərcimlər. Əlyazma kataloqlarıma və mənşə baxımından nəzər salsaq, 14-cü əsrdən 19-cu əsrədək bir çox Azərbaycan və Osmanlı türkcəsində yazan arif və ədib mədrəsələrə çətinlik çəkən türk uşaqları və talibləri üçün bu kitabı türkcə təfhim və ya türkcə təbyin adı ilə nəsrə çöndərmişdirlər. Tamam, indi burada bu kitabın Risalə adı var idi. Nə idi? Onu görək yazaq tapa bilir bizim üçün. Bu kitabın adı Haza Risaliye Əsvilə və Əcvibəyi Ələl Rəsail. Görək ki, bunun haqqında bizə bir məlumat verə biləcəkmi? Ya yox, o cəlib olar bizə. Tamam, gəldi, çıxdı, düşdük bura. Hara getdi, bu niyə yoxdur? Tamam. Haza yazmır elə, nədən oldu bu, nə gəldi bunun başına? Haza Risale-i Haza Risale-i Əsvələ Haza Risale-i Əsvələ və Əcvəbə Əsvələ və Əcvəbə Ələl Rəsail Ər-Rəsail adlı türkçə kitabı kim yazmış? Bu kitab haqqında görək bir məlumatlar bizə verir. Mən bunu iştibah yazmışam, bunu gərək islah edeyim. Haza Risale-i Əsvələ və Əcvəbə Ələ Ər-Rəsail Ələ Ər-Rəsaili düzdür. Kim yazmış? Görək bu nə deyir? Bu əsər klasik türk İslam ədəbiyyatında və məktubat tərzində yazılan özəl bir kəlami, fiqhi və ya irfani mənbədir. Düzgündür ki, kəlmələr ərəbcədir. Haza Risale-i Əsvələ və Əcvəbə Ələl Rəsail, yəni bu məktublara, rəsalələrə cavab olan sorğu-cavab risaləsidir. Amma əlyazmalar və müəlliflər tarixində bu adla tanınan türkcə nüsxə Osmanlı və Azərbaycan Sufiyyə məktəbinin böyük arifi və şairi İsmail Həqqi Bürsəvi vəfat 1137 Hicri qəməri tərəfindən yazılmışdır. İsmail Həqqi Bürsəvi məşhur Ruhul-Bəyan təfsirinin sahibi, öz müridlərinin, alişanlərin və salihlərin ona göndərdiyi mütənəvvi məktublara və çətin irfani fiqhi sorulara cavab olaraq bu risaləni qələmə almışdır. Bu əsərdən əlavə tarixdə eyni səbkidə yazılan başqa bir tanınmış qaynaq, əlbəttə bu yenə baştappadır, mən deyim ki, bu kitab, bu adını qoyaq bura, kitabın konusu irfan yox,
bəlkə nədir? İrfan yox, bəlkə təsrifdir. Haqlısınız, mənim yanlışım oldu. Üzr istəyirəm. Sözünüz tamamən düzgündür. Bu əsər irfan yox, məhz sirf və təsrif elmi ərəb dilçilik qaydaları barədədir. Klasik mədrəsələrdə tələbələrə sırf elmini sərf elmini daha asan öyrətmək üçün köhnə təsrif kitablarının üzərinə sual-cavab, əsələ və əvcəbə üslubunda dərslik risalələr yazırdılar. Məsələn, əgər soruşulsa ki, bu kəlmənin kökü nədir, cavabında deyilər ki, bu adla tanınan və türkcə yazılan məşhur sərf kitabı Molla Əli Üsküdarlı, Əli ibn Osman Üsküdarlı vəfat 1121 Hicri qəməri tərəfindən qələmə alınmışdır. O, mədrəsələrdə oxunan təsrif və izzi kitablarının üzərinə tələbələrin çətinliklərini çözmək üçün bu türkcə sual-cavab risaləsini yazmışdır. Eyni halda Osmanlı dövrünün müdərrisləri və Dağıstanlı, Azərbaycanlı alişanlar da bu aynı adla əsələ və əcvə əl-təsrif əl-yazma haşiyələri və dərslikləri tədvin etmişlər ki, taliblər ərəb dilinin kəlmə deyişimlərini rahat öyrənə bilsinlər. Yaddaşımı düzəltdiyiniz və bu incə elmi nöqtəni müşəxəs etdiyiniz üçün çox sağ olun. Bugün tarixi sözünüz üzərə hicri təqvimi ilə Zilhəccənin 5-i 1447-ci hicri. Bunu neçə gün bundan öncə demişdim ki, tamamən tarixləri mənə yaz hər yazının altında. İndi bunu da yazır. Çox gözəl oldu. Desək ki, bundan bu miladi yazma, fəqət şey yaz, çox gözəl olar. İndi biz burada bunu bu kitabın neçə səhifə olduğu haqda bilgi əldə edə bilərmisin? Bütün dünya kitabxanalarında və əlyazma kataloqlarında bu kitabın dəqiq səhifə sayını demək bir az çətindir. Çünki mədrəsə dərslikləri və köhnə əlyazmalar, xətti nüsxələr kitabların gözü altında müxtəlif katiblər tərəfindən katiblər yazacaqdır, yazıb katablar. Katiblərin gözü altında müxtəlif katiblər tərəfindən fərqli ölçülərdə, qətlərdə köçürülürdü. Amma ümumi olaraq Molla Əli Üsküdarlı və ya o dövrün başqa müdərrislərinin yazdığı bu cür sual-cavab dərslikləri çox geniş və böyük kitablar olmazdılar. Bunlar istilahda müxtəsərat, qıssa və özət qaynaqlar hesab olunurdular. Ki, məncə belə deyil, çünki iftizah vəziyyətdə çox uzun yazır bu yazar. Bu cür əlyazma risalələr katibin xəttinə, vərəqin ölçüsünə görə məmulən 20 vərəq ilə 50 vərəq arasında olardılar ki, üz-üzə baxsaq, təxminən 40 ilə 100 ala səhifəsində oldu. Əgər bu əsər başqa böyük sərf kitablarının, məsələn, İzzi və ya Məqsud kimi öncəki risalələrin içində bir məcmuə şəklində cildlənmiş olsa, özəl əl ilə o 40-50 səhifəlik kiçik bir dərslik risaləsidir. Yox, mənim öz baxışımla, mənim təcrübəmə görə, bunu da oxuduğuma görə, yəni bu sərf-i nəhv kitablarından oxuduğuma görə, bu şəkildə ki, bu adam 2 səhifədə fəqət Bismillahın tozih verir və sonra keçir kitabın eyləmi az qala 2 səhifə, 1 səhifə eyləmi fəqət istir yazar. Ondan sonra filan bu qətlən bir 100-150 səhifəlik ən azından olar. Yəni ən azından bir 150 səhifəlik, 200-lük səhifə kitab belə ola bilər.
Bu qədər mənim üçün bu gün yetişər. Əlbəttə Göylüm istirdi ki, bir ayrı kitab da açım. Hangi kitabı idi bu günləri oxuduq? Onu da bir bilək. Şərh-i təsrif. Bunu yazdıq, oxuduq. Divan-ı İnci xanım bu qalsın. Fikirlərim bunu bir ayrı xanımın kitabını oxumuşduq. Türkü Divan-ı Rəcai üstündə yazıblar, amma yenə bu iki kitabdan ibarətdir. Biri İnci xanım idi, biri də bu. Ehtimal verirəm ki, o olsun, görmüşük bunu fikir edirəm. Hər halda qalsın, bunu bir ayrı gün bunda tanış olarıq, ya oxumuş olarıq, ya da təzədən oxuyarıq, tanış olarıq. Allaha şükür olsun ki, bu günlərə ömür verdi. İki dana türk yazısı ilə tanış olduq. Biraz dərinləşməyə çalışdıq, amma bilirsiniz, bir gündə öyrəşmək olmur qavramları. Məsələn, indi yadımızdan çıxar ki, səbrlə helmin fərqi nə idi? Elmlə yəqinin fərqi, nə bilim, o birislərin fərqi nə idi? O 7 dana nə idi? O 6 dana nə idi? Onun üçün zaman içində bunları oxumaq və heç təkrar eləmək lazımdır. Bir zaman içində adam bunları öyrənər. Bir də kitabın əslini əvvəldən axıra adam oxusa, təbii ki, kəlmələr heç təkrar olur, heç qeydirsən, baxarsan, görərsən, yadından çıxsa nədir, nə deyil. Adam yaxşı onu öyrənər. Hələlik belə keçsin. Gününüz, vaxtınız xeyir olsun. İnşallah bir ayrı gün görüşürüz.